Ulu Tanrı'nın adıyla. Bismillahirrahmanirrahim. Allah'ın adı ve yadıyla beyin mühendisliğine karşı eski Türkçe kitapların programının 314. bölümüne başlıyorum. Mənim əzizlərimin birinin yaxını fot eləmişdi. Onun yanında olmaq üçün bir ayrı şəhərə getməliydim. Onun üçün də 2 gün eləyə bilmədim kitab oxuyam. İndi bundan belə canlı yayında oxuya bilməzdim. Amma axtardım, gördüm telefonumda da kitab vardı. Orada məsələn 2 dənə kitab oxudum. Çox cəlibdir. Kitabların biri çapdır, şey çapıdır, yəni daş çapıdır. Mümkündür 350-400 il bundan qabağın kitabı olsun, 500 ilə yaxın. Amma daş çapıdır hər halda. Vəli çox əla. Düzdür, irfana görə danışır filan, amma bir də teorilər danışır ki, bu günləri danışırlar. Teori və fərziyyə, yəni fərziyyələr. Yəni ki, biz bunun isbatında bilmirik ki, isbat eləyə bilərik, isbat eləyə bilmərik. Amma fərz edirik ki, belə olubdur, fərz edirik. Çox gözəl şeylər gördüm, çox ali. Umarım ki, o sonki proqramda da o kitab bununla belə şey çapdır, yəni daş çapıdır. Onu oxuyaq. Çox da qalin kitabdır əslində. Və sonra da bir dostumuz mənə bir kitabın yazıbdır. Neçə il bundan qabaq onu çap edibdir. Ehtimalən 1380-ci illərdə çap edibdir. Ya da ki, çapa İranda icazə verməsələr onu yayıbdır. Çox gözəl bir kitabdır. Haşiyə adında. Onu başladım oxumağa. Bir 10-15 səhifə ondan oxudum. Nə vaxt o məndədir. O PDF ola bilər, bəlkə 2-3 illik məndədir, amma fars olduğuna görə oxumurdum. Vaxt da yoxdur, yəni. Amma o mənə bir fürsət oldu ki, onu da biraz oxudum. Gedək görək bu günləri hangi kitab şansımıza gəlir ki, oxuyaq və ləzzət taparaq. Hangi kitablar? O kitablar ki, əl yazmadılar. Geçən 200 il ilə 1000 il, 1500 il arasında yazılıblar. Yəni 200 ildən, 250 ildən az ömrü olsa, onları təqribən oxumuruq. Orada burada bir qaçaq olur, amma oxumuruq. Farsça olsa oxumuruq. Çap olsa oxumuruq. İlla ki, məsələ, Cığatay ləhcəsində 1-2 dəfə gördük ki, əl yazmasını oxuya bilmirik. Bunun çapını tapdıq, çapını oxuduq məsələn. Biraz acıdan baş tapdıq ki, nə olur. Və dünənləri, yəni keçən günlərdə bir gözəl hadisə üz verdi. Nə isə Instagram mənə Üzbək, Qırğız və Uyğurların Facebookda olan insanların götürdü, gətirdi. Onları mənə tanıtdırdı və onların şeirlərin, dillərin gördüm ki, çox da çətin bir şey deyilmiş. Yəni biraz qulağımız adət eləsə, biz kamilən türkdür. Yəni təbii ki, ləhcələrin arasında fərqi var. Yəni ləhcə vardır da, biləxərə ləhcə ilə ləhcənin arasında fərqi var. Məsələn, biz Zəncan ilə, Qəzvin ilə, Həmədan ilə, Qəşqaistan ilə, Türkmənsahra ilə, Azərbaycanın, yəni Təbriz, Urmiyə, Ərdəbil, bunlar hamısı bir-biri ilə fərqli ləhcələr var. Mənim məsələn kəndimin dövrəsində 7-8 kənd var. Bizim kəndin ləhcəsində o 7-8 kəndin hamısının bir ləhcəsinin fərqi var. Bu fərqli türkləri bir orta ədəbi dil bir-birinə yapışdırır. Eyni halda da bunlar hamısı bir-birimizi düşünürük. Əvvəl qulaqlarımız adət eləməlidir. Biz məsələn mümkündür ki, Qırğız türkçəsinə məsələn 2 gün, 3 gün, 5 gün, 10 gün, 1 ay qulaq assaq görürük, bunların çoxunu biz bilirik. Səslər bizə tanış gəlir, kəlmələr bizə tanış gəlir. Biraz fərqli deyilir, amma bu kəlmədir. Məsələn, mən dünənləri vaqən bir 10-15 dənəsini şeir elədim, paylaşdım Instagramda, Facebookda
Vaqəən ləzzət aparırdım. Yəni adamlar şeirlərini oxuduqca, danışdıqca görürdüm ki, ləzzət aparırdım. Yəni gördüm ki, kef edirəm. Hər halda gedək ki, bu günləri hangi kitab bizim şansımıza çıxır ki, biz onu oxuyaq və ondan ləzzət aparaq. Nöqtətül Bəyanı keçən dəfə oxuduq. Mənazil-i Həcci bu 2 dənəni oxuduq. Yəni keçənki cəlsədə bunları oxuduq. Əxlaq-ı əlayi qabaqcan bir dənə oxumuşuq bu adda. Əcəba bu aynı odur ya o deyil? O bir məsələdir, baxarıq görürük ki, odur ya o deyil. Bir də məcmui kütüb, bu da bir neçə kitabdır ki, bir cildə, yəni neçə risalədir ki, bir kitabdır yazılıb ehtimalən. Çünki mən də birinci dəfə bunları açıram dostlar. Yəni ömrümdə, əssalamun aleyküm, aleyküm salam. Ömrümdə bu birinci dəfədir ki, bu kitabları açıram. Heç vaxt bu kitabları öncədən hətta görməmişəm. İlla download eləyəndə, yəni bu islah eləyim ki, download eləyəndə bunları Azərbaycan kitabxanasından, Telegram kanalından indirəndə orada bunların adlarını görmüşəm, amma yadımda indi deyil. Yəni oturub orada baxmamışam. Elə məsələn bir daha cələsədə 300 kitab, 200 kitab indirirəm. Təbii ki, orada olmur. Əvvəl bu kitabların Əxlaq-ı Əlayi və tamam, bunları gətirdim üstə. İxtilacnamə dedik ki, səyrimək, bədəndə səyriməkdir. Mənim bu yadımdan özümün çıxmışdı. Məzhər-i Türki Farsça idi. Fənni coğrafiya, bu da coğrafiya elmi haqqında Fransa dilindən tərcümə olmuşdu Türkçəyə. Gedək Əxlaq-ı Əlayiyə baxaq görək ki, bu Əxlaq-ı Əlayini zahirən biz bir dəfə baxmışıq, belə nəzərə gəlir. Bir baxaq görək. Əvvələn bu Amerikada bu kitab saxlanır, ehtimalən də fotokopi olsun, çünki məmulən bu nədir bu? Bu kitab Princeton University məmulən fotokopi saxlır. İçində o birisi kitablardan yəni fotokopi alır, saxlır. Burada 298 deyir ki, bunun vərəqi var. Yəni bu şey ki, farsça bərk, biz yarpaq deyirik. Yarpağı var. Yəni üst-üstə deyək 600 ya 580 xordeyi, hətta burada 606 yazır PDF-də. Çünki PDF nədir deyim? PDF-də kitabın cildi də hesab olur. Ona görə ağ səhifələrdə hesab olur və məmulən bu kitablarda şeydir də, yəni bu. Ondan sonra bu kitabın deyir ki, hala bunları ötürək, bunları geçsin, sonra bunları görürük ki, nə var, nə yoxdur. Gəlir kitabın özünə. Mən fikirəm bu kitabı görmüşəm, amma biraz gedək qabağa görək ki, nə olur. Kitabın cildinə baxırıq. Aha. Cildinə baxırıq, qərə bir cildi vardı. Dövrəsin qəşəng bir təzhib deyək, nə deyək bilmirəm ki, o cür eləyiblər. Amma bəllidir bunun gönümüş, cırılıbdır ya tər əldə işləməklə ömrü gedibdir. Ora burası gedibdir, biraz köhnə, çox köhnəlibdir. Mən fikirəm ki, bu kitabı görmüşük, çünki nəzərimə gəlib bunları tanıyıram. Gedək burada görək ki, birinci səhifədə burada calib bir söz var burada. O birisində əgər də görmüş olsam, onu görməmişdim. Fehristi Kitab-ı Əxlaq-ı Əlayi. Burada mətləbləri və səfələri yazıbdır. Hangisində nə vardı? Bu 2 səhifə Dairi Ədliyyə, Xatimətül Xatimə deyə burada da bunları qoyubdur. 2-3 səfə burada ağ şey qoyubdur və davam eləyibdir. Burada bir möhr görürük. Məhəmməd Cəlaləddin deyə bir möhürdür. Bir dənə də ayrı möhür ehtimalən o birisi üzdə olsun. Burada olacaqdır. Bəli, buradadır. Bunun gördüyünüz kimi fotokopudur. Dediyim kimi fotokopudur və onun üçün rəngi kamil bəlli deyil. Bismillahirrahmanirrahim. Ehtimalən bu kitab yəni bu təzhib ki, bu kitaba çəkiblər. Heyf olsun ki, bu
əsli kitabdan əksi deyil, fotokopiyadan əksi olduğu üçün qərə görsənir hər şey. Amma o cür işi görürəm, bu bugünkü Güney və Quzey Azərbaycan dediyimiz yerdə bu təzhib kitabların üstündə görməmişik. Osmanlıda da bu modeldə deyil. Habelə Türkistanın deyək ki, Hərat mərkəzli, bugünkü Əfqanistan mərkəzli türklərin də Əli Şir Nəvai rəhmətliyin dövründə olan o modeldir də. Bu bir ayrı modeldir bunun və bir anda qıraqda buna cıqqılı bir dairədə yenidən bir təzhib çəkib qıraqda. Əcəba nədir bilmirəm. Kitabın birazı düz yazıdır, birazı qoşmadır. Yəni düz yazı nəsr, qoşma şeirdir. Belə görürəm ki, bəzi şeirlər burada nəzərə gəlir ki, farsıdır. Bəziləri türküdür, ərəbi filan bunlar görsənir. Ehtimalən əsli kitabda qırmızı ilə bəzi kəlmələr yazılıbdır. Burada onun rəngi çox biraz açıq qərə görsənir ya da bilmirəm buna deyək, nə deyək məsələn buna. Hər halda rəhsiz qərə görsənir. Biz bunları görmürük. Çərçivəsini görürük mətləbin dövrəsində tamam səhifələrdə kitabı səhifə eləyiblər. Dedik ki, PDF burada əgər diqqət eləsəz 606 səhifə göstərir. Bir səhifə özü Princeton Universitetinin, bu da ikinci səhifəsi. Sonra cildin özü, cildin içərisi, bir səhifə ağ, iki səhifə ağ, üç səhifə ağ, vəsətdə bir səhifə burada yazı var ki, bu da kitabın içinə də ilgisi yoxdur. Bunu kitabları alanlar yazıblar. Cəlib də bir şeylər burada gördüm. Bunu oxuyaram hətmən. Sonra fehristə gəlir. 2 səhifə fehrist, yenə 1, 2, 3, 4, 5 səhifə boş. 6-cı səhifədə kitab kimin malıdır? Onun görürük, möhrünü görürük, əldən ələ getməsini görürük. Məsələn, 1227-ci ildə bu bir adamın əlindən keçib bir ayrı adamın əlinə. Yəni Cəlaliddinin əlindən gedibdir Əl-Müdərris. Özü də Cəlaliddin müdərris imiş. Onun əlindən keçibdir Hisaməddinin əlinə. Ömər Hisaməddin əlbəttə. 1227-də. Kitabın xətti çox gözəl bir xətti var, niyə ki oxuya bilirik. Kitabın 3 tərəfi boşdur. Orada oxucular bir şey yazsalar yazsın deyə. Bəllidir kitaba 2 dəfə ən azından su gəlibdir, özəlliklə baş tərəfinə su gəlibdir. PDF-in hər bir səhifəsində kitabın bir səhifəsini qoyubdur Princeton bilim yurdu. Dediyim kimi bəzi ehtimalən əsli kitabda bəzi kəlmələr qırmızı yazılıbdır və bəzi kəlmələr çərçivə içində yazılıbdır. Əgər şeir isə, bir qafiyə isə, qafiyə deyirəm, bir beyt isə, yəni 2 misrə varsa, onları da belə misrəni də bir-birindən ayırıbdır. Qafiyəni salıb bir şeyə, amma misrələri də ayırıbdır xəttinə. Şeirdən çox istifadə edibdir. Zahirən farsı şeirdən də çox istifadə edib. Belə nəzərə gəlir. Elə bu cür baxmaqla ərz edirəm. Əxlaq-ı əlayi bu kitabın adıdır. O əvvəldəki bir möhür kimi gördük, dedik ki, qıraqda qoyubdur. Məsələn, bir neçə səhifədən sonra ki, aynı möhürü tikrarən qoydu. Burada da kitabın qırağında bir şeylər yazıbdır. 221, 249. Ehtimalən bunlar o adamlardılar ki, bu kitabı əldən ələ dolubdur ya yazıblar, ya da ki, kitabı bir nəfər götürüb elə. Çünki 2 xətt bir xəttə bənzir. Ehtimalən ilə bir adam kitabın içində bir qonunu oxuyub ona eşikdə tarix yazıbdır, yəni əlavə edibdir. Kitab bundan belə ki, qədimi görsənir, fotokopudur, rəngi də yaxşı deyil, təşxisi biraz da çətin olur, amma gözəl qalıbdır. Su gedib içinə, pıntılıq, məsələn bu səfədə görürük ki, pıntılıq çox olubdur bu şeydə. Eyni halda burada görürük, o möhür kimi dedik, 3-cü dairə yenə də vardır. Yəni hər neçə səhifədən bir zahirən o təzhib ki, dairə şəklindədir, onu burada görürük. Zahirən yenə də təkrar olur, bunu görürük.
Kitab çox bir gözəl vəziyyətdədir. Mən bu üçün istəmirəm ki, bu kitabın hər yerinə baxam. Hərdən bir saxlayıram və bir səfə, iki səfəyə baxıram və gedirəm görək ki, qeydaq kitabın əvvəlindən biraz oxuyaq. Görək ki, bu kitab nə deyir, axirindən də oxuyaq. Əlbəttə, bu kitabı kaş məsələn adamın vaxtı və imkanı ola. Kitab-ı əvvəl tamam bulub bi ovnillahi Teala, kitab-ı səniyə şuru olundu. Yəni buracan bu 298 təsadüfi. Təsadüfi gördük ki, burada iki kitabdan ibarət imiş. Birinci kitab 290 PDF-də 298-ci səhifədə birinci kitab qutardı və dedi ki, ikinci kitab başdır. Mən bunu burada yazım. Ad əxlaqi əlayi. Fotokopidir. 606 səhifədir. Buracan birinci risalənin adını bilmirik. İkinci risalə də buradadır. Yəni 200 səhifəyi 298-də ikinci kitab başlanır. Ehtimalən bu, məsələn, üçüncü kitab da olsun, amma bunları bilmək üçün dana-dana səhifələri vurmaq lazımdır, baxmaq lazımdır, diqqət eləmək lazımdır. Kitabın təəssüflə bəzi səhifələri çox bilmirəm, əcəba bu kağızda bu qərəlik var imiş, yoxsa kitabın özündə bu pıntılıq görsənir ki, çox pıntılıq bir vəziyyətdə buna saxlanıbdır. O bahis oldu ki, mən indi biraz yavaş-yavaş gedirəm. Bəlkə burada bir üçüncü kitabında adını görərəm deyə yavaş gedirəm, amma əvvəldə oxusaq, əlbəttə bunu təşxis veririk. Bəlkə o hətta listdə də, fehristdə də təşxis vermək olar ki, hangi kitab harda başlayır və harda qutarır. Onu da orada da təşxis vermək olar. Çox gözəl bir xətti vardı. Bu xətt heyf ki, əsli kitab deyil. Burada bir yenə nə oldu? Əl-həşr vəl-miad mövcud və məhdud bad. Məlum ola ki, bu xisalidən zəruri olan nəsəbdir. Amma qayət nafidir və lakin yəsar və muvafiqət əsgər xisal yaftə və hasil olur. Kitab-ı salis səhifə 458-də üçüncü kitab başlanır. Bu da tədbir-i Mədinə bəyanındadır. Ehtimalən o tədbir-i mənzil, o tədbir-i Mədinə və filan burada gələcəkdir. Bu kitabda onlar deyiləcəkdir. Ehtimal verirəm. Ona görə birincisi, ikincisi beləsi bölübdür deyirəm bəlkə. Əlbəttə bunun əvvəlində fehristi var. Yəni heç biz bunu beləsi eləməyə çox da ilgisi yoxdur. Eləyə bilərik ki, elə fehristi oxuyaq və orada görək ki, hangi səhifədə hangi kitab başlanır. Xatimə-i kitab özü bir ayrı
kitabdır. Yəni nəzərə gəlir ki, səhifə 517-də xatimə kitab başlanır. Və bu xatimə özü də bir neçə səhifədir, yəni bu cür deyil ki, qıssa olsun. Zeyl xatimətül xəvatim. İndi bu xatimətül xəvatimin altında ehtimalən burada çox bir şeylər yazılacaqdır. Tarix burada görsənir, tamam. İndi burada bir tarixə baxaq. Səhifə 528-də 528-ci səhifədə deyir ki, Təmmətür Risalə Əl-Məcmuə min Məkarimil Əxlaq. Kitabın adı Məkarimə Əxlaqdır. Əxlaq-ı əlayi bəlkə də ola bilər, amma Ər-Risalətə Əl-Məcmuətə min Mekarim el-Əxlaq. Bu kitabın əsli Beunillahil Məlikil Xəllaq Nəharil Xəmis 5-ci gün, yəni cümə axşamı Nəharil Xəmisi xamisə əşər 15-ci ayı günü şəhr Şəban ayının 15-ci gününün cümə axşamısı. Ki cümə axşamı düşmüş, 15-ci cümə axşamı düşmüşmüş. Min şuhuri səni 97 və 900. Səhifə 997. İndi buna görə ki, bunu da bilaq. Səni 97 və 900. Bunu mən burada yazdım ki, bir mohiyi qələt deməyim. Səni 99 7 və 90. Əcəba o cür idi. 90 və 900 və 900. Deməli, belə istəyirsə, mah olacaq, amma görək bu bizə tərcümə eləyə bilir, ya yox. Deyir ki, 1999. Əlbəttə, burada niyə 1000 gətirdi? Burada 1000 yoxdur. Yəbdu ennəkə təşiru ilə tarix müməyyiz və hu septembr, İlul. Aha, bu şeycə yazıbdır. Beləsi bir şey yoxdur. Səni 7 və 9 və 900. 997. Kitab ha zaman burada necə demişlər, yəni baxaq görək ki, burada necə deyiblər. Burada da deyiblər, tarix vurmayıblər. Məcmuənin yazılma tarixi, bunu əlbəttə ayrı şeydən də təyin eləyəcəyik inşallah. Dedi ki, nədir? 7 və 90 və 900. İndi bunu burada bir islah eləyək. Buna deyək ki, bir dənə həmzə qoyaq bura. Deyək ki, Haza tarixin yeşiri ilə am 997 hicriyen o miladiyen həsəb siyaq lakinnəhu qalibən ma yüstəxdəmü fi tarixil İslami. Tamam, bu miladi deyil, biz bunu bilirik. İləykə bəzun nüqat-ı sariyə xuvlə hazəl am izə kuntə təqsidu tarixəl hicri. Bitəqvimil miladi yuvafiqu təqribən əl-fitrətə beynə am 1588 ilə 9-un arasına, 89-un arasına deyib düşür. Əbrəzəl əhdas əd-dövlətül Osmaniyyə fi hazihil fitrəti kanət əd-dövlətül Osmaniyyə təhtə hökmü Sultan Murad Salis.
Deyir ki, burada əlbəttə biz bunu tapmamışıq, amma şey elərik. Yəni bu da çox mühümdür. Dedi ki, Çağ Sultan üçüncü Sultan Murad və kanət təmirru bi fitrəti hurubin ma'al səfəviyyinə fi'ş-şərq və nəmsaviyyinə fil-ғərb. Nəmsavi heç bilmirəm kimlə olur. Fil-məğribi kanət dövlətin Səadiyyə fi uci quvvətihə bə'də mərikəti vadi əl-məxazin təhtə hükmül mənsur-i zəhabi. Tamam, bu elə bu qədər bizi görər. Gedək kitabımıza. Yazan kimdir? Əl-Fəqir Dərviş Məhəmməd Əxlaqi Vəffəqəllahul Əhədəl-Baqi 30-cu nüsxədir ki, xətt-i fəqir tamam olmuşdur. Elhamdülillah. Bu kitabı 30 nüsxə yazıb bu adam. Nəssaxdır pəs bu adam. Nəssax ya nüsxəçi ya nüsxəçi kimdir? Əl-Fəqir Dərviş Məhəmməd Əxlaqi. Ehtimalən bu əxlaqi əlayi ki deyiblər, nüsxəçinin adını qoyublar. Nüsxəçi bunu yazmayıbdır. Bu yazan başqa birisidir. Bu Dərviş Əxlaqi o nüsxədən yazıbdır. Əlbəttə ərz elədim, bu mənə indi tanış gəldi. Yəni həm tarix tanış gəldi, həm də bu ad yox, vəli o ki 30 dəfə yazıb, o tanış gəldi. Gedək görək kitabın sonlarına baxırıq, görürük ki, bir-iki səfə boşdur. Təzəşdən bir dənə min kəlaməti səhiyyə əlləzinə əd-dinu nəsihətun elhamdülillah. Burada gəlir bir də təzə ayrı bir şeylərdən də ehtimalən zərbül məsələlərdir, ayələrdir, hədislərdir. Bunlardan da bəhs edir. Əlbəttə bunu mən yenə də şey eləyim, kiçik eləyim ki, səhviyyə yerləşsin, səfəni görək. Buranın xətti o birisi kitablardan, yəni o əxlaqdan, Məkarim əxlaq dedi ki, kitabın adı Risalətül Məcmuətü min Məkarimil əxlaq. Məcmui Məkarim əxlaq dediği kitabın 3 bölümü var idi. O 3 yəni risaləsi var idi. Onu qutardıq. İndi keçdik bir ayrı kitaba baxırıq ki, bu özü də zahirən uzun olacaq. Çünki ən azından 70 səhifə olmalıdır. Ya da ki, bir ayrı kitab da bundan gələcək. Bunun xətti onlardan çox fərqli və çox, nə cür deyim, aydın yazılıbdır. Amma heyif olsun, bu fotokopi olduğuna görə adam bilmir ki, bunlar kirlidir, yoxsa fotokopuda belə düşübdür. Burada bilmirəm nədən ölsə gəlibdir, qufdiyim həvalət baxuda, kərdiyim o rəfdiyim. Bismillahirrahmanirrahim. Burada elə bir ki, zahirən bir kitab qurtarıbdır. Fəəhris ələ tələbil muxlisi və təviəti və əxlisə və ətəbərə bimən məza və intəhəcə səbləl huda ki təanə fi istəanətikə və təhimə fi dəmaikə بیت مراد ما نصیحت بود و گفتیم حوالت با خدا کردیم و رفتیم. Ondan sonra təzəşdən bir ayrı mətləb başlanıbdır ki, əgər yetişsək bunu da oxuyarıq. Mən dedim, bu kitabı şey elərik, amma nəzərimə gəlir ki, bu kitab qısa bir dənə cələsədə 2-3 kitab oxumaq bu özü elə böyük bir kitabdır. Əslində buradan 5 dənə kitabı bu kitabda görürük ki, 5 dənə risaləni yerləşdiriblər bura. Və səy və ehtimam edərək tələbi sihət, bəzli əmval, tələbi sülhüdə bəzli əmval istimal, əsnaf, hiyəl və məkayidə bə hər hal qiyam-ı üqəla və şərən xeylül murad məramüdür. Vəllahu bis-səvab ələm. İlahi şükür olsun. Vallahu ələmu bis-səvab. Tarix də yazmayıbdır. Kitabın sonuna gəlirik. 3, 4, 5, 6 səhifə boşdur. 7-ci səhifədə görürük ki,
Əxlaq Əla'i deyə burada yazıblar. Bunun üstündən bunlar ingilisini götürüblər, yazıblar. Kitabı da görürük ki, cildi, son cildi bu şeydir, çift kimiymiş. Onu da burada görürük ki, çox gözəl bir şeyi var. Qeydaq kitabın əvvəlinə və kitabı oxumağa başlayaq. Görək ki, nə deyir? Əxlaq Əla'i Ləqiyənalizadə Li Qeynalizadə. Kitabın sahibi kim imiş? 997 tarix qoyub aşağıda. 997-ci ildə Əxlaq Əla'i deyə burada yazıbdır. Əlbəttə bu şeydir. Kitabxana ehtimalən bunu yazıbdır. Ya bir nəfər ki bu kitabın sahibi imiş, o yazıb bunun üstünə, sonra bunun üstünə möhr vurublar. Hər halda mənim nəzərimə gəlir ki, bu kitabxana, hangi kitabxanada bu kitab qalır, orada bu kağızı kəsiblər, yapışdırıblar bunun üstünə, yazıblar Əxlaq Əla'i li Qeynalizadə. Qeynalizadə Əlaiddin adında bir adam bexətti Dərviş Məhəmməd Əxlaqi, Türki. Burada bunları yazıb 997-ni də gətirib ki, tarixi hesab olur. Əl-ilmu yənbu'ul həyati vəl-kitabu həyatul adab. Burada da Princeton University bir dana məsciddən ehtimalən, minarədən bir əks salıb, diqqət buyurun, minarədən, üzrə minarə dedim. Məsciddə o mehrab. Mehrab o yerdir ki, imam ona tərəf, qıbliyə tərəfdir, orada namaz qılır və onun da ehtimalən yanında çıxır mənbərə. Burada bir şey görürük, mehrab görürük ki, mehrabda yazıb yekə xətlə Əl-ilmu yənbu'ul həyat. Elm həyatın mənbəidir, qaynağıdır, yaşamın qaynağıdır. Vəl-kitabı həyatul adəb. Kitab özü nədir? Toplumdakı adab-ı rusumun yaşamıdır, yaşamıdır. Bunu da əksi Princeton University salıbdır, yapışdırıb kitabın üstünə. Bu əhəmiyyəti göstərir ki, İslam dünyasında neçə yüz il bundan qabaq dedik, kitab 997-də yazılıbdır. İndi bunu çıxardaq ki, neçə il bundan qabaq. İndi 1447-ci il yox. Əgər bundan çıxsaq 997-ni, bu kitab 450 il öncə 979 Hicri qəməri onlar nə mənə 450 il öncə yazılmış. Tamam. Bu 450 il öncə görür ki, müsəlmanlar ayə Qur'an bir şəhərdə hətta ən azından. Mənə belə gəlir, mən bu şey ki, burada görürəm, məscidin içini görürəm, mənə belə gəlir ki, bu məğrib olacaq məsələn. Oranın, hər halda belə bir şey zehnimə gəldi, məğrib gəldi. Biraz da Misrə də bənzədirəm, amma Misrə bənzədə bilmirəm çox. Çox məğribə bənzədirəm. Bəli, orada bir yerdə Qur'an yerini yazıb ki, Əl-ilmu yənbə'ul həyat vəl-kitabu həyatul adab. Bunu da dedik, bu nəqqaşidir, əksidir. Salıblar, Princeton Universitesi göstərdi. Kitabın bir səhifəsinə, 8-ci səhifəsində PDF-də yetişdik bir yerə ki, kitabı sahib olanlar, alanlar, üstündə bir tarixləyir. Kəlami Yəhyə ibn Xalid Bərməki. Ehtimalən 241-də, yəni Hicri ildə 241-də, yəni Əbbasilər dövründə 241-də deyibdir ki, təqəddümül xəsmi vəl-müddəyi əleyhi bil-isri vəl-qazi huvəl-hükmü əl-ədlül-ləzi la yəcuzu və la yəhtacu iləl-bəyyinə. Belə bir şey deyibdir, mən bunu baş tapmadım. Yəni,
mənim savadım buna yetmir. Hər halda belə bir şeydir. Və min təxtib əlhəsna ləm yəğlihu mehr 45 bunlar ətabəkan mevsul və vüzərasından Cəmaləddin İsfahani nam Cəvadi. Burada Cəvadi silinibdi. Bu nam və Cəvadi kəlməsi əslində var imiş, ayrı bir kəlmə silinib, yerinə bir ayrısı yazılıb. Deyək ki, bu kitabda əl aparıblar. Yəni xətt aynı xəttə bənzir, demirəm bənzəmir. İndi istəyirəm görüm ki, bənzir ya yox, onu baxmağa çalışıram, tapmağa çalışıram ki, görüm nə qədər fərqi var, amma hər halda burada İsfahani bir şey orada yazılmışmış, onu siliblər, yazıb nam Cəvadi. Yəni adam Cəmaləddin İsfahani nam Cəvadi, yəni nə demək olar? Yəni adamın adını yazıbdı. Ətabəkan mevsul vüzərasından Cəmaləddin İsfahani nam Cəvadi Mədinə-i Münəvvərədəki rubatinə dəfn olduğu روزی سعادت ilə mabeyni 15 zira'dır. 133'də bunu yazıb zahirən. Calinusun fərəc istər miqdarı fərəcə istədiyi və əbyati Abdurrahman Cami. Nə deməkdir baş tapmadım burada, elə bir iki dana sözdən danışır. Abdurrahman ibni Of ibni Abdurrahman Of ibni ya İbni Of beləsi bir şey. Abdurrahman İbni Of ehtimalən olacaq. 59 Xacə Əhrar 60 Həzrəti Şeyxül İslami Əhməd Cami 61. Bunlar tarixlərdir. Ki mən çox da bunları bilmirəm nə olacaqdı, nə də yəni aşağıda yenə də bir dana bir şeyi əl aparıblar səhifələrdə. Nurəddin Şəhid Həzrətləri Cidar-ı Şərifi Mədinə-i Münəvvərədə səni 558 tarixində binası və səni 440'dir. Yer Cəvadi Niyasi təqvimi tarixində və mətbu bu mətbu kəlməsi də silinib ehtimalən təzəşdən yazıb. Mənasik həccidə vardır 124-125 səhifələrdə. Hər halda belə bir şey, ehtimalən bunları kitabdan çıxadıb qoyub bura, ehtimalən, bilmirəm. Hər halda yetişdik fehristinə dahi istəmirəm vaxt qoyaq. Ehtimal verirəm ki, burada kitab-ı sani, burada gəldi, bəli. Kitab-ı əvvəl nə mənə hardadır? Zikri, məhamid və nəsri, mədayi, xəlaq, bəna və saadət, dəstgahı, xələt, tə'lifi, yəni səbəb-i tə'lif. 5-ci səhifədə səbəb-i tə'lif, tarixi itmam kitab. Burada da bunları görürük. Tamam, bunları oxumalıyıq. Əvvəl bu 2-ci səhifə, 5-ci və 6-cı səhifəni oxumalıyıq. Yəni görək ki, bu şey nədir? Sonra gəlir bu birinci kitabın adını bilmirəm. Bu kitab 3 fəndən mürəkkəbdir. Hər fən mövziidə ma'rufdur. Fununi məzkurə bəzi müqəddəmat mövqufdur. Lacərəm müqəddəmə 3 kitab üzərə Məzdur müqəddəmə ola umur. Nə mənə burada gəlir? Bəhs əvvəl elm, əxlaq və tədbir mənzil. Birinci, yəni risalə, bəhs əvvəl elm, əxlaq və tədbir mənzil və davamı var. Bunları görə bilmirəm. Siyasət tədbir mənzil və elmi siyasətül müdün neçə illətdir və tərif. Bunlar bir şey yazır. Halda çox kiçik riz yazıbdır. Mən də səhifəni keçirtməmişəm görəm. Hər halda bunlar kitablarını gördük. Burada da ikinci kitabın adına geçir. Burada da məbhəs səhifəsidir. Vacibül mütaliə. Bura vacibül mütaliə də burada belə bir şeylər yazıbdır. Xatimətül xatiməni də burada qoyubdur və beləsi davam edibdir. Gedək kitabın özünün içinə görək ki, bu kitab nə deyir. Dedik ki, 2, 5 və 6-cı səhifələri oxumasaq fayda görmərək.
şərəfə bi istihsanihi, ehtimalən şərəfə ya yetəşər, bəlkə beləsi üçün çünki nöqtəsi yoxdur. Nöqtə qoymadığı üçün şərəfə bi istihsanihi el-fəqir Muhammed Cəlaləddin el-Müdərris. Möhründə vurubdur. Bunu ehtimalən şərəfləndiribdir. İstihsan eləyib, ehsan eləyib, ehtimalən. Əlbəttə, bu o mənada deyil. İstihanə. Bilmirəm nə deməkdir. Geçək bunlardan. Və min məmlükatil fəqir Ömər Hisaməddin əfa ənhü. Bu da 1227-ci ildə deyib ki, bu mənim milkimə geçdi, mənim milkimdir. Kitabın gedək Bismillahirrahmanirrahim ilə başlayır. Dedim, bu kitab fərqlidir. Bizim gördüyümüz kitablarından biraz Azərbaycan olsun, Osmanlı olsun, şey olsun, fərqli bir şey var. Deyək ki, təzhibkarlıq olur, təzhibi işləyiblər üstündə. Çox fərqlidir. Bismillahirrahmanirrahimi burada görürük. Onun da dövrəsində nəqqaşilər vardı. İndi buna eslimi deyirlər, nə deyirlər, mən bilmirəm farscadır. Dürəri zəvahiri həmd və sena və qurəri zəvahiri sipas و ستایش ki kəsrəti əfradi فرایدینه silki şuhuri və əyyamidə ehtimal ictima və intizam və vəfrəti imdadi məvayidinə zuruf və avini duhur və əzmini də imkani indirac və güncayiş olmaya ol kirdicar bəndi pərvər o kirdicari bəndə pərvər. Calibdir. Mən indi diqqət edirəm, bu bəzi türkcə ki yazıbdır, onlara burada səs qoyubdur, yəni e'rab qoyubdur. Və bu əcəba axirəcən beləsidir, yoxsa elə fəqət burada əvvəldə qoyub. Çünki məsələn bəzi kəlmələrdə görürəm ki, bunu qoymayıbdır, amma türkçələrdə qoyubdur. Pərverdigari bəxşəndigi və pərverdigari bəxşayəndigi bəxşayişgəri həzrətinə səzavar və həqiqdir ki kəvahili həyakili insani xiləti xilqət və ləqəd. İndi məsələn burada Qur'an yazıbdır, ayəyə işarə edir. Ayə o səsləri qoymayıbdır, yəni e'rab qoymayıbdır, amma türkçələrə ya türkcə görünən cümlələrdə olan kəlmələrə və hərflərə səs qoyubdur. Və ləqəd xələqnəl insanə, bura səs qoymayıbdır, e'rab qoymayıbdır. Və ləqəd xələqnəl insanə ilə mükərrəm və müqərrər ya müəzzəz doğrudur. Müəzzəz və libas istedadin və fəzzəlnahum əla kəsirin min xələqnahu ilə. Burada da yenə ona səs qoymayıbdır, yəni ayətdir. Və fəzzəlnahum əla kəsirin mimmən xələqna ilə müəlləm və mütərrəz eləyib. Yəni kəlmələri geçsəm bir-bir axtarsam məcbur olacağım ki, çox vaxt sərf eləyəm, istəmirəm. Onun üçün çox kəlmələri də bilmirəm, yəni savadım çatmır. Bunu deyim ki, bu kitab mənim savadımdan çox üstündür. Bunu bir içi dolu alim istəyir ki, bizə oxuya, deyək ki, hər kəlmə nədir və nə anlamı daşır. Əlbəttə, hövsələ olsa, vaxt olsa, adam eləyə bilər indi Gemini-dan, ChatGPT-dən ya o birisi AI-lardan, o cümlədən DeepSeek-dən eləyə bilər istifadə eləsin, bunların mənisini çıxarsın, çox daha gözəl mənilər eləyirlər olar. Əlbəttə bunu bilməliyik ki, keçən 250 ildə tamam kəlmələrin, mənaların çalışıblar ki, bizim kültürümüzdən, bizim düşüncəmizdən, bizim tariximizdən, bizim yüklədiyimiz o səsə, o kəlməyə yüklədiyimiz
duyğu, tarix, ehsasat, düşüncə, bunların hamısından onları boşaldılar. Yeni bir onlara yükləyələr, yeni bir şeylər, yeni duyğu, yeni məlumat, yeni bilgi, yeni tarix, yeni hər nə ki istəyirlər, onu buralara yükləyələr. Ona diqqət eləməli, fərq eləməz, ChatGPT olsun, ya bu AI-ların hansısı olur və ya ustadlar olsun, bunların da zihni bu geçən 250 ildə düşmənlər düzəltdiyi və kəlmələrin için değiştirdiği bir sistemdə yetişiblər. Dedi ki, eylə müəttər və mütərrəz eyliyüb, kəmal-i qudrət və cəlal-i hikməti ilə ruhi lətifin cismi kəsifinə tərkib və peyvənd. Kəsif demişik ki, ərəbcədə çirk ya kir anlamına deyil, bəlkə kəsif qalin, yoğun, şuluq hətta desaq, yəni bir şey ki, çox şuluqdur, çox mürəkkəbdir, ona demək olar. Cismi kəsifinə tərkib və peyvənd və aləmi xəlq və əmridə qabiliyyəti təhəmmül bar əmanətlə mümtaz və sərbülənd eylədi. Ciddi görün hara. O Hafiz da hancısı deyir ki, Osman bar əmanətlə təvanist keşid, Qur'i faul be nam mən divanə zədənd. Bu onu deyir. Beyt. Osman, burada onu yazıbdır. Osman bar əmanətlə təvanist keşid, Qur'i kar be nam من دیوانه زدند. پس ترکیب انسان مجرد و مادی، مادیه محتوا و باقی وفاییه و فانیه، فانی و باقی و فانیه منتوی yani tutar, tutku, bir şeyi içine ala ona. Olmaqla tilismi rayi. İndi burada tilismi rayi cümlə yarımçılıq qaldı. Keçdi Məsnəvidən bir şey gətirir. Görək ki, bu hangi Məsnəvidir bilmirəm. Məsnəvi yazıb, yəni ki, nəinki Mevlana'nın Məsnəvisi ola bilər, olmasın. Bir hər Məsnəvi ola bilər. Və bərzəx-i cami oldu, xirəd-i canivər behz mərdum nədid. Nə mənə? Aha, üzr istəyirəm. Üstdəki cümlənin qalanı buradadır. Və baqi və faniyə müntevi olmaqla tilismi ra'i və bərzəx cami oldu. Burada qutardı Məsnəvi. Məsnəvi indi şeir bizim anladığımız kimi yazılmır. Məsələn, birinci misrəyi burada yazdı, ikinci misrəyi burada yazdı. Yəni beytin əvvəli buradadır, ikincisi buradadır. Yəni beləsi gərək oxunsun. Xirədi canəvər behz mərdum nədid. Əgər mərdum təvanət به یزدان رسید. چنان دان که جان بهترین گوهر است، نه زین عالم از عالم دیگر است. تنو را به کردار جامه است راست، اگر بفکند ور بپوشد رواست. به جان بین کرامی تن خویشتن، به جان بین گرامی تن خویشتن، چو جامه که باشد گرامی به تن. لاجرم قطارده، لاجرم تخالفی انواعی ترکیب روح و جسد و تباین اطوار ترتیب و روان و کال بودن خلقی و خلق افراد انسان و قابلیات و مشارب اصناف بشرده تفاوت تام و تنافی مالا کلام نمایان و جلوگر olmuştur قطعه. ol حکیم ازل چی sününden zahir olduğu tilismi nevi beşer muhtelif etli qabiliyatın bazı mayil be xeyri bazı be şer. Çox gözəl şeirdir. Mən ol həkim əzəl ki sünündən zahir oldu tilismi nevi beşer. Beşeri tilismi bilir. Calibdir, dostlarımızdan biri də bu haqda bu günləri bəzi səslər qoyubdur. Müxtəlif etdi qabiliyatın bəzi mail be xeyru bəz be şər. Zehi sani həkim və qadir alim ki təxəlluqu bi əxlaq Allah. Bu da ki nə ehtimalə ya hədisdir ya Qur'andır, bilmirəm, amma səsi yoxdur.
təxəllaqu bi əxlaqillah əmrinə müməssil olanları və əqrəbkum ilə əhsənikum əxlaqən dərəcə səbəbinə müttəsil olanları, çox gözəl ayələri elə işlədir ki, bu cümlənin əvvəli ilə sonu ilə şey olmur, bir zərrə değişmir, yəni düz işlədir. Əxlaq dərəcəsinə müttəsil olanları nəş'e-i dünyəvidə zivər-i fəzl və kəmal ilə mühəlla və müzəyyən və aləm-i uxrəvidə səfi əhl-i səfadə həşr olmələrin müqərrər və müəyyən elədi. Nəzm təəmmələ filləzi qulna təcid fihi cəlalullah فنعم الرب والمولا تعالی الله. Şeirlə hər halda bu bir nəzm dedi adına, şeir demədi. Və qəmaim səyyibat, salavat təyyibat və cədavil təslimat, zəkiyyat təslimat ol hadi subul və xاتم رسول جنابinə şایسته və həliqdir ki, təfsil sifati səadət səmati üçün nəs anun innəkə lə'ələ xulqin əzim. Nəsdə belə gəldi ki, təfsil sifati səadət səmati üçün nəs ehtimalən, yəni ayədi ehtimalən innəkə lə'ələ xulqin əzim münzəl və zat-i risalət sifati təkmil dairə vücud və tətmim məkarim əxlaq üçün məb'us və mürsəldir. Qət'ə Məhəmməd ki can verdi nütq-i Məsiha üçün etdi. İndi bu şeirdir ehtimalən, qət'ədir. Bu birinci misrə kadrdan eşikdədir, çarçıvədən eşikdədir, çarçıvədə qalanları gəlir. Biz gördüyümüz, adət elədiyimiz formada yazmır. Yəni adam kağızı boş qoymur. Nəsr burada gəlir, səfənin yarısında qurtarır, şeiri burada yazır ki, məsələn qət'ə misrəyi yazır, ikinci misrəyi burada yazır, yəni beyt burada tamam oldu. Üçüncü misrə, yəni ikinci beytin əvvəli burada yazılır, ikincisi burada yazılır. Bu cürsə davam edir. Qət'ə Məhəmməd ki can verdi nütq-i Məsiha çün etdi qüdum-i şərifin bişarət gözü qaşinə sin و nun rəmz-u daima. Rəmz و ima da ola bilər. Gözü qaşinə sat و nun rəmzi və ima. Rəmz و ima. Xəm zülfünə nəqşi hamim işarət. Burada qət'idir bu. Amma şeir kimi yazmış. İndi bir da nəzmi gətirir Tazaşdan. Bu məsələn qət'ədə qırmızıymış ehtimalən, rəngi azdır. Nəzmdə otursa, mən onun üzü ilə deyirəm. Yəhki şəmailəhu fi təyyibihi یا فی تیبه زمرا یفوه کرروزی ممتوری و مشمول اتا به ملت ابراهیم والده ذات علی کرم ذات علی کرم الاخلاق محبول و رهیگ رضای حالا و رهیگ رضای احدیتی چون چی ما صدق ختامهو. Burada dedim, yəni adam kağızı boş qoymur. Orada şeirin yerinə şeir qutardı. Şeirin davamı elə bir orada gələcəkdi. Orada götürdü nəsrin yazdı. Və rəhiq rizay əhədiyyəti üçün ki ma sədəqə xitaməhu misk və fi zalikə fəliyyətənafəsul mütənafəsundur. افواه ارواح آل اصحابنا ریزان و سبزه رضوان صحاب غفران لخاک قبور تابعین لهم به احسانندن نابت و خیزان اوله.
بیت کتابان جدروغ برسه ابر ریزوان که به پایان نرسد بارانش باد بر روزه که اطرت و بر یارانش باد بر روزه که اطرت و بر یارانش ذکر محامد و نشر مدایی حضرت خلافت پناهی سعادت دستگاهی خلد الله تعالی سلطانه و افاظ علی العالمین احسانه چون yazmayıb deyil, mən deyirəm, cün yazıb. Cün qurre-i kitab. Qurre nə deməkdir? Əvvəl bunu bir, çünki burada qurre-i kitab dedi. Onu bir yazaq. Qurre-i kitab nə deməkdir? İbarət qurretül kitab o qurre-i kəza ya da qurre-i kəza deyirlər. Hiyə təbirun müstəxdimun bi kisratin fil məxdutat vəl visaqil qədimət və iləykə mənaha bi bəsatə. Hər yerdə ki gəlsə bu yazılarda və məxdutat yazılar vəsaiq yəni idari məktublar zatlar. Qədimə və iləykə mənaha bi bəsatə mənasını çox sadə deyirəm. Əlbəttə mən gərək yazam buna ki mənə türkcə deyəcəklər. Əl-mənəl lüğəvi vəl-islahi. Qurrə fil-lüğəti tə'ni bəyad fi cəbhətil fərəs. Qurrə atın alnındakı ağa deyərlər qurrə ərəbcədə. Və minha üstüirət li tə'ni bidayə o əvvəli şey. Deyir bu üçün ata baxanda əvvəldə bu görsənir. Qurrə deyəndə yəni bir şeyin əvvəli, başlanışı, bidayə, başlanışı əvvəli. Qurrətü şəhr ayın əvvəli. Hiyə əvvəlü leylətü fihi o əl-yevmü əvvəli minhü. Ayın əvvəli də dedik. Qurrətü kitab yəni bidayətül kitab o müstəhillül məktub. Tamam. Bunun mənasını bildik amma burada yazaq ki lütfən türkcə yaz. Çox gözəl, sözü baş üst. Çox gözəl, sözüz baş üstə. Qurrəti kitab istilahi qədim mətnlərdə və əl yazmalarda iki əsas mənada işlənir. Kitabın ya məktubun əvvəli, başlanğıcı. Qurrə lüğətdə atın alnındakı ağ ləkəyə deyilir. Bu ləkə hər şeyin ən yaxşı, ən parlaq və ilk görünən yeri mənasına gəlir. Buna görə də qurre-i kitab yəni kitabın ya yazının başlanğıcı, müqəddəməsi və ilk sətirləri. Tarixə işarə. Ayın əvvəl günü. Əski sənədlərdə və məktublarda əgər bir yazının tarixi qeyd olunursa, qurrə kəlməsi ayın birinci günü, ilk günü deməkdir. Misal üçün, qərri-i ya qurri-i qərrə olacaqdır. Qərri-i Rəcəb 997, yəni 997-ci ilin Rəcəb ayının birinci günü. Tamam, bu bizi görər, bu qədər yetdi. Görək, çünki indi burada istəyir görək ki, kimdən danışsın, bu mühümdür. Üstəki yazdı zikri məhamid və nəşri mədayihi həzrəti xilafət pənahi səadət dəstgahı xələdəllah təala subhanəhu və əfazə aləl aləminə ihsanəhu. Bu, o dövrün padişahına ya xəlifəsinə istinadən qırmızı rənginə yazıbdır. Əcəba bunu özü yazıb ya sonra, əlbəttə ki, deyir, mən kitabı özüm yazmışam. Yəni, burası var ki, bu nəssax deyir ki, mən nüsxələmişəm. Bunu yazan fərqlidir nəssaxına. Zün qərri kitab-ı ləvami həmd bi hesabi məlik vəhhab qəst yeri ilə qərra və türri xitab rəvayih nə'ti cənab risalət məab təhriri ilə müəttər oldu. Qurri kitab, kitabın başlanışı ləvami həmd bi hesab, Allaha həmd eləməklə başlandı. Məlik vəhhab təsdiri ilə ya təsdiri ilə qərra yəni uca şey və türri xitab rəvayih nə'ti cənab risalət məab təhrili ilə müəttər oldu.
mütərra oldu. Mütərra yağış tökülməkdir, mətrdən gəlir. Yəni yağış tökür. Həzrəti Məhəmmədə də deyir ki, nətin dedik. Bilirsiniz, tavsif sözü bir nəfəri deyək gözəldir filandır. Amma bunu adamlara işlədirik. Həzrəti Məhəmmədə bir istilah gətiriblər ki, adamlardan ayırırlar. Çünki peyğəmbərdir. Onu qatmayırlar. Adamlar kimi onu demir. Deyiblər ki, Həzrəti Məhəmmədə nət edirik. Pəs layiq oldur ki, bu نوآمدگی عالم غیبون سری افسری مدح پادشاه اسلام له آسمان سای و بو تازی رسیدگی جهانلار بیی افسری جهانلار بی افسری جوهری وصلی پناه دین سید الانام له جهان آرای ola. Məsnəvi. Həzrət Məhəmmədə görə ehtimalən Məsnəvi چون نی خامه شد انگشت نمای بنوا سازی توحید خدای دلگشا زمره دیگر ساخت پرده نعمت پرده نعت پیامبر پرداخت به تو این زمزمه کوتاه کند چه سنا گستری شاه چند زیرا اصحاب عقول مطابقی و ارباب نگول متوافقلردür ki daima din ve devlet و امان و همای şer hama ne deməkdir? Huma ehtimalən bu olmayacaq amma baxaq şuraya. Çünki Həsən hey ilə yazıbdı, o huma ilə deyil. Böyük ehtimalla sizin əlinizdə olan sənəddə ya məktubda həmayə ya həmay kəlməsi gəlib. Bu söz əski məktubatda iki cürə oxuna və məna edilə bilir. Himayət o deyil. Əgər bu kəlmə bir hökmdarın ya bir böyük şəxsin adından öncə gəlsə, qorumaq və arxa durmaq mənasındadır. Arxa durmaq, qorumaq, himayət. Calibdir. Mənası bir şeyi ya bir kəsini bir kişini ehtimalı qorumaq, altına almaq, müdafiə etmək. Sənədlərdə misal üçün bir şəxs başqasının himayəsinə sığınırsa, yəni onun pənahına gedir və o böyük şəxs onu qorumaq öhdəsinə götürür. Qorumağı ehtimalən qorumaq öhdəsinə. Himəy. Yəni bəzi əski hüquqi və şəri mətnlərdə himəy deyə ya hima deyə kəlməsi işlənilir. Mənası qoruq, qorunmuş yer. Burada görək nə işləndi. Dedi ki, və hümayi şər, şərin himayəti və həma, özdə həmayi şər o din bi himayət tiğ salatin bi əmn و əmandır. Həmayi şər dedi ki, şərin himayəti bidi və din, bu ikisinin himayəti bi himayəti tiğ و salatin bi əmn و əmandır. Şahların gərək qılıncı ola ki, dindən də himayət olunaq. Əgər cuybar şəmşir şahi və baran tiğ sultan din pənahi ilə بوستان شرع تازه و نمکین علمیه تابی نکبایی اعدای دین و سمومی هجوم احتمالا و سمومی هجومی کفار و ملحدین ایله بی برک و نوا المسی متگرر بی برج و نوا المسی متگرر و اگر تاب آفتاب عدل و سیاست و نسیم انبر شمیم حفظ و حراست جانب آستان دولت آشیان سلطان سعادت نشانیدن واصل علمیه بوستان دین و ایمانده گل ریحان سبزه و سنیمران یا زمیران زیمران زمیر اهل عرفان شکفته و خندان علمق متعذردر نظم بدان ای خردمند بافرین برادر بود پادشاهی و دین برادر بود پادشاهی و دین نبی تحت شاهی بود دین به پای نبی دین بود پادشاهی به جای
نه از پادشاه بی نیاز است دین، نه بی دین بود شاه را آفرین. و اخبار نبویه ده دقیوار درچی الدین اس یا اسون الدین اسون و الملک حارسون و الملک حارسون و ما لا اس له فمهدوم و ما لا حارس له فضایع. قطعه din əsas rizayı yəzdandır. Məlik ana harisu nigəhbandır. O ərəbcəni tərcümə edir burada. Dəqiqən o mənada tərcümə edir. Din əsas rizayı yəzdandır. Məlik ana harisu nigəhbandır. Şülk bi haris olə zayi olur. Ol ki yoxdur əsası virandır. Lacerəm padişahan ərcməndu din pənahان سعادتمند که ملک جهان فانی زلی زایلی ادگین معلوم و ملکی faniye ملکی باقی مذموم etmişlerdir. Adeti cemile ve siret hamide ve خلق خوب و خوی نیکولری oldur ki کمر سعی و اجتهادی میان جانه مشدوده و دری zulm زلالتی شهرستان دین üzere مسدود حفظ و حراست ممالک اسلام و اخذ فتح دیار کفار و ملاحده لیام و قلع جمع ارباب فتنه و فساد و دفع رفع اصحاب بغی و ایناد و رفع قدر عابدان و عالمان و دفع ظلم مفسدان و ظالمان اتمگی کندولره شعار روزگار دب. Bu جهان فانیده نام نیک و ذکر جمیلleri مخلد و باقی و حتی شاید مخلد و باقی و حیات باقیده مناشیری مبشرهم ربهم برحمت منه و رضوان روحی پرفتوحlerine ملاقی olur. و المنت لله تعالی bu فضائل علیه و مناقب سیعه değil elbette. Burada bir kelime yazıldı seyye. پادشاه دین پناه شهریار سعادت دستگاه خداوند پادشاهان عالم پادشاهی خداوندان بنی آدم شهریار جهان سروری و کامرانی کامچاری دیاری رعیت پروری و جهانبانی دری یکدانی درج شاهی نظم جهان افروزی برج جهان پناهی خلاصی عالم چون فکانه دری دریای جود و جوهری کانی امکان ماهی اوناس الکفره و الفساد ان وحنت الدین حامی اجناس الخلق و العباد عن عید المعتدین سلطان المغربین و المشرقین ظل الله تعالی فی الخافقین خادم الحرمین الشریفین ناظم جلاید الکرام علی احیاد الاخباد و الرعایا ناصر الفراید النعم علی رؤوس الافراد و البرایا معز الدنیا و الدین غیاث الاسلام و المسلمین زبدة سلاطین آل عثمان بل زبدة سلاطین علی الاطلاق سلطان العرب و العجم و الشام و العراق از سلطان سلیمان خان ابن تاق. Üste biz tarihte de şu Sultan 3. Sultan Murad'a rast gelir bu kitap. Ama burada ne yazır? Yazır ki yani şey bize dedi. Gemini AI bize dedi ki bu yani 997-98. il 3. Murad Hazretlerinin rahmetullahi aleyh əhdinə zamanına rast gəlir. Düşür. Ama burada deyir ki
زبده سلاطین آل عثمان بل زبده سلاطین علی الاطلاق و سلطان العربی و العجمی و الشام و العراق. السلطان سلیمان خان، السلطان سلیمان خان ابن السلطان چی میگه آقا بالصحیفیه؟ سلیم شاه خان، سلیم شاه خان ابن سلطان السلطان جنده السلطان بایزید خان، ملک الله تعالی من خدم له و صدق و اهلک من عذر به من غدر به و خانه حضرتine خاص ذات قدسی sıfat ve semaat ünsürü mülki nesematıdır. Məsnevi. Buradan getirirlər, amma bura keçməmişdən biz əvvəl gələk görək ki, bu nə deyir bu tarix haqqında? Çünki Sultan Süleyman haqqında dedi ki, nə deyim? El-Sultan Süleyman Xan ibni El-Sultan Salim Xan ibni El-Sultan Bayezid Xan. Görək burada indi mən bunu Səlimi iştibah yazmışam, bunu düzəldim əvvəl. Tamam. Sizin yazdığınız bu ibarət məşhur Osmanlı padişahı Sultan Süleyman Qanuni'nin Kanuni Sultan Süleyman tam nəsli və şəcərəsidir. Bu siğə əski fərmanlarda və məktubların başlanğıcında Tuğra bölümündə belə qeyd olunardı. Əs-Sultan Süleyman Xan ibn Əs-Sultan Səlim Xan ibn Əs-Sultan Bayezid Xan. Tuğra, indi bu kəlmə, bu şəcərənin mənası. Sultan Süleyman Xan 10-cu Osmanlı padişahı Qanuni Süleyman. İbni Səlim Xan 1-ci Sultan Səlim Yavuz Səlim oğlu, Bayezid Xan İbni Sultan Bayezid Xan 2-ci Sultan Bayezid nəvəsi. Yəni Süleyman Sultan Süleyman mərhum rəhmətlıq Bayezidin nəvəsidir. Bayezid rəhmətliğin nəvəsidir. Bir önəmli nöqtə səneyi 997 ilə bağlı. Siz ilk pəyamda 997 ildən soruşmuşdunuz. Burada bir nöqtəyə diqqət etmək lazımdır. Sultan Süleyman Qani 994 Hicridə, yəni 1566 miladi ilində vəfat edib. Yəni 997-ci ildə o yox. Onun nəvəsi Sultan Murad Salis, Sultan Səlim Sani'nin oğlu hökmüdə idi. Hökumətdə idi. Əgər əlinizdəki sənəddə həm Sultan Süleymanın adı var, həm də 997 tarixi bu iki haldan biri ola bilir. O sənəd bir runevişt, kopidir. Nüsxə yəni. Bir nüsxədir. Yəni əsl məktub qədimdə yazılıb. Amma bu köçürülmə 997-ci ildə baş verib. Ya da məktubda Sultan Süleyman qoyduğu bir qanuna ya vəqfiyyəyə işarə olunub. Tamam, mən beləsi görmürəm. Bunun heç birisi deyil. Məncə kitabın yazmağın Sultan Süleymanın, yaxşı Sultan Süleyman Sultan Süleymanın vəfatı 990
4-də oldu. 974-də olubdu. 974. Bu kitab da 997-də yazılıbdı. Yəni ki, 23 il ara var. Yəni, bu kitabı Sultan Süleyman zamanı başlayıb yazmağa. Qutarıbdı. Nüsxəçi ki, adını dedik, nə idi? Dedi ki, 30, Əlayi. Əlayi adlı nüsxəçi, nüsxə harada idi? Nəssax. Dərviş Məhəmməd Əxlaqi. Dərviş Məhəmməd Əxlaqi ki, 30 dana bu kitabdan yazıbdı, 30-incisinin tarixi düşür bura. Yəni, əgər hər il bir kitab yazsa, 24 olardı. Pəs 30 ildə, 23 ildə daha çox 30 kitab yazıbdı. Yəni, hər 10 ayda ya hər 9 ayda bir kitab yazıbdı. Satıbdı. Oradan da geçinibdi. Mənim nəzərimə o tarix 997 997-ci mən iştibah yazmışım. 997-ni yazmışım 79. ...997. Tamam. Düzelttim bunu. 997-ci ildə 30-cu nüsxənin tarixini qoyubdu. Yəni, kitab ...974-ci ildən öncə yazılmış olmalı, amma nəssax nüsxəçi deyək, nüsxəçi 30-inci nüsxəyə 997 Hicri qəməri tarixin qoyub. Tamam, çox da gözəl oldu. Məncə bunu həll elədik. Gedək kitabın qalanına. Pəs kitab Sultan Süleyman, Qanuni Sultan Süleyman zamanında yazılıbdır. Yəni neçə il qabaq? İndi bunu burada çıxaraq. Bayaq dedi ki, 450 il bundan öncə o nüsxə yazılıbdır. Amma indi görək ki, bunu gətirsək, əgər desək. İndi 1447-ci il deyək. Əgər bundan çıxsaq 974 odur oldu da 974-ü çıxsaq ki, bundan da qabaq kitab yazılıbdır. Kitab yəni bundan çox qabaq. 473 il bundan öncə kitab yazılar. Amma tüm bundan çox qabaq yazılıb ehtimalən mənə gəlir ki, şeydir. Kitab çox öncə yazılıbdır. Baxaq görək buna bir şeydir tapacaq. Məsnəvi. Şəhi məədələt pərvər u din pənah, məliki dəstigahü fələki barcah, مدار المعالی ملاذ الامم ولی الایادی مفیز النعم زهی سایه حق چی خلق زمین آنın sayesinde zamandan emin yağır feyzi keffiyle baran cud yağır feyzi keffiyle baran cud olur taze andan riyazi vücud sər tiği kim küfrə səddür hadid onun vəsfidir fihi bə'sun şədid zehi padişahi dinpərvər və şəhriyar dadgüstər ki təmaməti rüb'i məskunidə istilai ləvai İslam rüb'i məskun yəni tamam o qarrələri ki orada 3 qarrə deyək da, yəni indi qarrə deyirlər, o zaman qarrə yox idi. Elə rüb'i məskun Asiya, Afrika və
şeyə deyilirdi, Avropaya deyilirdi. Deyir ki, تمامت رو به مسکونده استعلای لوای اسلام و استیلای علای شرع سید الانام الان ممالک محروسه حضرتنا مخصوص و دوام دولت دودمان مبارک و بقای سلطنت خانواده خجستسی تا قیام قیامت حدیث شریفی لا یزال طائفة من اهل الغرب ظاهرین علی الحق حتی تقوم الساعت مضمونی مقرر و منصوصdur. مصرع دولت در این سرا و جشایش در این در است. مصرع بدانم فقط یعنی بیتی değil şiirin birinci. Dövlət در این سرا و جشایش در این در است. اگرچه çı değil. اگرچه آبایی izam و اجداد کرامینün که ملوکی ظاهره و سلاطین قاهره ایدیler اقتحام محالیک و اختاری و اختیاری مشاق اسفار و مبتدع و کفاردن اخذ ممالک و مصادر edip توسیعی دایره دین و تکثیر امت خیر المرسلین و اعلای لوای دین و دولت و ازلال اعدای ملک و ملت etmekte مساعی جمیله و معاصر حمیدلری تاریخ روزنامه جهان و کتابه کنار تاک روزگاردır. Ruzname o zaman bugünkü anlamda değildi. Dikkat eləyək ki şey değişilir. Yani kəlmənin içindeki duygu, tarih ve şey değişilir. O zaman Ruzname-i Cahan yani gündəlik orada nə geçir? İndi ruzname bu şeydir ki kağızdır, yekə kağızlar üstündə xəbər çap olur, bir günlük və sabah bayat olur. Əlbəttə indi internet gəldiyi üçün elə çap olanda bayatdır əslində. Və təbliğatdır. Deyək ki, bu ruznamələr ki biz görürük, dünyanın hər yerində görürsünüz, görün. Bu bir sistemi qorumaqdır. Və bizim kimi adamlara da deyirlər ruznameniqar. Bunlar da o sistemin əskərləridir. O bir dənə ordudur özü. Çox da mühümdür. Hətta o ordulardan mühümdür. Yəni əskər tip ordudan bu ordu ki ruznameniqar deyirik ya hər halda bu tiplərdə xəbərniqar falan. Bunlar onlardan mühümdürlər. Çünki bunlar insanların beyni ilə oynayırlar. Ordu bu beyni alır xidmətinə. Beyni ilə ki oynadı, o da alır xidmətinə ya öldürür ya da alır xidmətində deyir öldür. Beyt Beyzil vücuhi kerimetun ihsabihim şettemel enufu minel terazil evveli اما به حمد الله تعالی که عهد سلطنت خجسته فرجام حضرت پادشاه اسلامی ده واقع olan اخذی و فتح قلاع و امصار و قلع و جمع ملاحده و کفار و توسیع دایره دین و ملت و علو غلبی ناموس سلطنت آنların از آفی مضاعفه و امثال مترادفسیdir. پس مثال شریف و نمودار لطیفی bu ابیات دلجوشاdır. Nədir? Nəzm. و ماجد زان آباء لهغر را احتمالا و ماجدون indi bunu başlaq buram ki ərəbcədir, farscadır. Və macidun zaan və ma cedzana və ma cedzana abaun lahu gharra bilmirəm. Mən bunu düz oxumadım, ehtimal verirəm. Çünki mənə macəzər düz gəlmədi. Macəzəran düz gəlmədi məncə. Yəni düz kəlmə deyil. Mən oxuya bilmədim. Və sarə min ba'di fihim gharratul qurari. Şeir. Buradan bizə şeirə keçir. Çunan bud pederi çenin bud farzand, çenin bud gövheri
çeşçınan bud ma'den قطعه. Bu şiir bir بیت idi. İndi قطعه. از تیغ او به جای صلیب و کلیسا در دار کفر مسجد و محراب و منبر است. اینجا که بود صیحه ناقوس کافران امروز بانگی نعره الله اکبر است. İndi diqqət buyursanız burada nəzm ilə, şeir ilə qət'ənin fərqini mən bilmirəm. Yəni bunların hərəsinin bir mənası var. Nəzm, şeir, qət'ə və məsnəvi və var. Bunlar çoxdurlar. Bunların mən fərqini bilmirəm. Bunun üçün də burada elə oxuyanda mənə hamısı şeir gəlir. Amma bəs bu iki qafiyəsi vardı ya şeydi, bunlar hesaba gəlmir. Və bu mənqəbətnami və mühibət-i kirami خاصه سلسله دولت سلاطین آل عثمان ابدها الله تعالی الى انقضاء و مد الزمان و مدد الزماندür ki her خان توسیعی ساحه سلطنت و تفسیحی عرصه memlekette pederinden berter ve her fetih nüsret ki padişahı sabıqə müqəddər olmuş olmaya padişahı lahiqə müyəssər olur. Mesela Sultan Din Muhammed, Sultan Din Muhammedi, Burhan Şeriat Ahmedi, Muqim Cahidin, Sultan Garrat و Mujahidin, Garrat و Mujahidin, Fatih Ümmahat el-Bilad, Sultan Muhammed ibn Sultan Murad. Anar Allah Teala burhanehu. Ne olubdu? Sultan Muhammed ibn Sultan Murad, Sultan Murad'ın oğlu Sultan Muhammed neyiniyib görək? Və səqli yevmül ərasat mizanə pedər Mahmudul Məsai Sultan Murad Qazi. پدر محمود المسائی سلطان مراد غازی بلکه جمیع ملوک سلاطین ماضیه طریق فتحی نامسلوک و اخذ و استیلای حسرت الملوک olan şəhri Qüstəntəniyyə ki irtifai səmt barusi məsaməti səmak. Məsaməti səmak nə deməkdir? Bunu əvvəl bilaq, çünki zahirən bu şeyə qəl'ənin divarlarına girdi. Nə dedi? Yadımdan çıxdı. Məsaməti səmak. Məsaməti səmak. Bu ibarət məsamət kəlməsindən götürülüb ki, göy bilimində nucum, göy bilimində nucum və qədim mətnlərdə çox önəmli bir istilahdır. Məsamət nə deməkdir? Lüğətdə qarşı-qarşıya durmaq ya bir şeyin tam üstündə olmaq mənasına gəlir. Nucum elmində bir ulduzun ya gəzəgənin bizim başımızın tam üstündə olduğu noktaya deyilir. Gör buna nə dedi? Səmak nə deməkdir? Səmak göy üzünün ən parlaq ulduzlarından biridir. Ərəb dilində iki məşhur ulduz var. Səmak əqru, əzəl, ispika, qız, sünbülə burcunda olan parlaq ulduz. Səmak ramih, Arcturus, çoxan, biz yəni çoban əhlində, burada yazıb çoxan, çoxan ərəbcə əlifbası ilə ya türkcə ərəbcə əlifbası ilə, çoban latincə əlifba ilə yazıbdır. Bu burcundan olan görkəmli ulduz. Məsaməti səmak təbirinin mənası. Əgər sizin oxuduğunuz mətn bir təqvim, nucum sənədi ya da ədəbi bir yazı olsa, bu ibarətin mənası budur. Səmak ulduzunun başımızın tam üstündə getdiyi zaman ya nöqtəsi. Burada qəl'əni deyəndə, çünki indi burada adam biz mətni vermədik, ona görə beləsi deyir. Olan şəhri Qüstəntəniyyə ki irtifai səməti, yenə səmət də o səmakdandır. Məsal, səməti barusi ya səmti barusi məsamət əsli göyə getmişdi, çox uca idi. Və
و انخفاضی ümgi xəndəqi məvasil mərkəz xaç. Çox dərin bir xəndəyi varmış. Əzəmət və hesanətdə şəhər şühri cahan və ustuvari və mətanətlə nadiri dövrandır. İbtidai dövlət və əvvəli səfəri 900'də əvvəli səfəri 900'də 900-cü ildə fəth buyurub məqərri mülki və müstəqər xilafət və mətlə'i aftab ədl و dad و محبی نسیم جود و رأفت eylədi. Əkabir ümərə, əfazil üləma və təvaif üməm və qəbail ərəb و türk و əcəm anda müstəmi və ənvar ilm و əməl mədaris və zəvayasında mültəmi olub. Qübbətül İslam mütləq və darul mülki mühəqqəq oldu. Hətta Arif Kamil Nami, Mevlana Nureddin Abdurrahman Cami Xurasandan mərhum Xudavəndicərə məktub mənzum irsal edib bu məqamə ima eylədi. Nə deyibdi? Mədəni küfrü məhtədi əsnam şüd be cəhd to qübbətül İslam və məhaza əvaxiri əhdi şərifində fəthi qəl'i Bilqrad ki rəfət və mətanətdə müvazi səb-i şidaddır. Həzrəti şərifinə mətlub və murad olub. Amma mətlə'i qəzv-u səfərdən hilal fəth و zəfər nümayan olmadı. Zülməti küfr و zəlal üfüq qəl'ədən payan bulmadı. خداوندجار فلکی مراتب نوع انکسار ilə راجع və ayıb oldu. Ayıb yəni raci İngilisi bir şey mi? Ayıb yəni eyb sözü deyil, əlif ilə yazılıbdır. İndi bunu saxaq burada deyək ayıb oldu nə deməkdir? Xeyr. Heç də eyb deyil. Əksinə bu kəlmələr çox maraqlı və önəmlidir. Əski mətnlər məktəbi tarix sənədlərdə yox bu dedi bəlkə şeydir. Ayıb sözün burada əlif ilə yazdı, ondan şeydir. Ayıb oldu. Mən də yazdım ayıb oldu. O da götürdü yazıcı xeyr, ayıb deyil. Cəlibdir bu. Mən bunu şeyliyim ki, cəlibdir. Gülməli oldu. Deyir ki, əski mətnləri, məktubları və tarixi sənədləri oxumaq çox çətin bir işdir. O zamanın dili, Osmanlı türkçəsi ya əski Azərbaycan türkçəsi həm ərəbcə, həm farsça, həm də o dövrün özəl istilahları ilə doludur. Sizin sorduğunuz kəlmələr Qərri, Kitab, Sultan Süleyman şəcərəsi, məsamət simak göstərir ki, siz çox dəyərli və köklü bir yazı, köklü, çox gözəl sözdür. Köklü bir yazı ilə üz-üzəsiz. Bu kəlmələri soruşmaq sizin bilginizə və tariximizə olan hürməti göstərir. Məndən istədiyiniz hər şeyi rahatla, tamam, mən bunu deyim ki, burada mən sizi ayıblamadım. Bəlkə ayıb yox, ayıb yazılıb və ayıb oldu. Hə, oldu deyə adı nə idi o? Ayıb oldu. Oldu. Cümləni təkmil edib. Çox bağışlayın, mən qələt anlamışam. İndi hər şey aydın olur. Siz ayıb oldu. Oldu. Yox, bəlkə aid oldu kəlməsini. Yox, aidat.
Tamam, bir də. Çox üzr istəyirəm, mən sözünüzü yanlış başa düşmüşəm. İndi məsələ tamam aydın oldu. Siz bir tarixi sənədin ya vəqfiyyənin mətnini oxuyursunuz və o cümləni tamamlayırsınız. Ayıb oldu ya da əski yazıda qayib oldu, qayib oldu. Əski türkcə mətnlərdə çox önəmli bir istilahdır. Burada ayıb kəlməsi əslində qayib kəlməsidir ki, əski əlyazmalarda eyni hərfi bəzən düşər ya səslənişdə ayıb kimi yazılar. Tamam. Qayıb oldu. Nə deməkdir? Bu ibarə əski sənədlərdə 3 əsas mənada işlənir. Vəfat etmək, bu anlamdadır. Dünyadan köçmək. Etmək və aradan getmək, əgər bir ərazinin, bir sərhəddin, mərzin ya bir mal, dövlətin haqqında danışırsa, yəni o şey aradan getdi. Nurun ya ulduzun batması nucumda. Tamam. Burada yəni istir desin ki, o şah Allahın rəhmətinə girdi. Raci oldu, raci və ayıb oldu. Yəni Allahın rəhmətinə getdi. Çün sərir səltənət və şahi qədəm mübarək dəmi Həzrət Padişahımız belə dəmi Həzrət Padişahımız bilə yəni onunla müftəxər və mübahi oldu. Ol təbaşir səcr dövlət ol təbaşir səhəri dövlət və ibtidai səfəri nehzət Humayununda قلعه بلغراد جوانب و اطراف و نواحی اشنافیل مسخر بندگان دولت روزافزون oldu. و لسان حال و قال علا طریق الحسن الفعال bu beyti münasib hal inşa eylədi ki nəzm baş ta subh dövlətət بدمد çin هنوز از نتایج سحر است چون بینایی سرایی مدحو سنای حضرتی صاحب گران ادوسن اول مرتبeden bülenddir که بزمن مهنتخانه‌ای که bu zaman مهنتخانه زمین آنون şerefi غرفینه ایثار چمن versin etmege ایثار چمن و رسن etmege قادر ola. پس لایق و درخور oldur ki دعای دولت روزافزون و بقای جاه و جلال حشمت همایون که واسطه وصول اقبال عالمیان و رابطه حصول آمال آدمیان و امارت سرای شرع و دین و نظارت ریاض اسلام مسلمین در دستی تضرع و مسئلتی در جاهی مهیمن خلاقه گشاده و روی تقضع و مسکنتی بارگاهی ملک علال اطلاق نهاده. بیت از سر صدق سحر جاه مناجات کنیم عرض حاجت به در قاضی حاجات کنیم و خداوندا بی نیازا بنده نوازا چاره سازا اگرچه سفینه علمimiz اگرچه سفینه عملimiz دریای عجز و تقصیرimizdə کم و باد پای رضا و امموز bilmirəm nə deməkdir, oxuya bilmirəm bunu. Əmumuz səhray şərm و təşvirimizdə bürüdə dümdür. Səd şükrü hezar minnət ki Xizr و İlyas غایت و توفیقün تعتی بشارتی ادعونی استجب لکم در مثنوی لی Məsiyyə rəhməhullah. İhtimalən bu adamın adıdır, yəni li meysə. İhtimalən ya li məsiyyə. Beləsi oxunacaq, hansısıdır bilmədim. Bu məsnəvini o yazıbdır. Xudaya
çafununun haqqı üçün. Xudaya çafununun haqqı üçün, sifat-ı zat-ı bütünün haqqı üçün. O rəhmət haqqı kim getdi qəzəbdən, o nur üçün ki sururdi ərəbdən. Ki təxti səltənətdə şah dindar, ki təxti səltənətdə şah dindar. خوش olsun روز و ماه و سال بسیار. شمار ömrü erişdikcə sadə, getib sadi ola səddən ziyadə. Nədir sad و الف ey həy zülmən, getir ömrünü sad bi alifdən. Ərişdirdin cü mülkün kuhi gafə, ərişdirdin cü mülkün kuhi gafə. Şumar ömrün irgür kafu qaf و çafə. شمار ömrün irgür qaf و çafə. بقای باری دجل دهرون چاری، سعادت اولا ختم چار و باری. Bu aləmdə səri təhti xilafət, o aləmdə xudadan rəhmət و rəfət. Cəhanda daim et xeyr ilə namin, amin olsun bəladan deyən amin. Amin. شجری جود و رفعتی متصل qılmaq, yəni duayı Həzrət Səltənət pənahidən sənayı Cənab şəhənşahiyə müntəqil olmaq. Xilafətə səmərə ya xilafəti səmərə. Bunu qıraqda yazıbdı. O şey, o qırmızı ki burada yazdı, onun başlığın. Uzun şeirdir. Bunu oxuyayım. Çünki zahirən burada bir şeylər deyəcəkdir. Əlbəttə biz kitabın əslində tarixini çıxartdıq üst-üstə. Duayı şahə kim sahib zamandır. Duayı şahzadə to əmandır. Cəhanın nöhsəni ya cəhanın bəxsini yo bəxtün cəhani. Cəhanın təxti yo bəxtün cəhani. Cəhanın bəxti yo bəxtün cəhani. Səzایی əfsər و تاج کیانی. شهنشه شه سلیم ol کان رأفت یا کان رأفت. شهنشه شه سلیم ol کان رفعت. ولی عهد منشوری خلافت. منور طلعتیnden روی دولت. وجودیnden قوی بازوی دولت. درختی میوه‌داری باغ شاهی. جهانın مسندی دهرün پناهی. زلال تیغی kim آینه ساندür. عروس فتح ana صورت رساندür. Kefenden şerm edip yemnite kimdef. Kefinden şerm edip yemnite kimdef. Hayasından vurur ruhsarına kef. O keften kim kerem feyzindeyem dür. Nemi cüz'isi o deryayı keremdür. Hayaşul degülüdür yem suretinde. Hayaşul degüldür yem suretinde. Ki eyler kendüyü nem suretinde. Cahan durdukça var olsun həmişə. Səadət ana yar olsun həmişə. Pur olsun cami dövlət badəsindən. Münəvvər didəsi şəhzadəsindən. Dəhanu çeşmi mülki nuru dadi. Cəhanın mətləbi dəhrün muradi. Əbu cədd sayəsində ömrü sərməd. Nəsib olsun əla ə'dad əbcəd. نصیب olsun əla ə'dad əbcəd. Xudaya eylə şahı şəhriyarə. Şumar ömrünü ömrü dubarə. Bu daiyə təlif nə olduğun bəyan və bəzi əxlaq-ı kəriməyə sahib səadəti fil cümdə zahir və əyan qılmaqdır. İndi burada gəldi bu kitabı niyə yazırıq? Bunu oxuyaq, sonra çalışaq ki, fikirlərim ki,
azalıb 2 saat olar, 1 saat 45 dəqiqə. Elə bura biraz oxusa fikirəm bu kitab bu günləri eləyə bilsək, biraz tanış olaq bu kitabla. Çox cəlibdir. دانشندوزان افاضل عالم و حکمت آموزان اماثل بنی آدم قطعinde müqərrər və məlumdur ki, elm, əxlaq və tədbir mənzil və siyasət Mədinə. Diqqət buyurun. Bu 3 dana çox mühümdür. İslam alimləri, müsəlman alim, İslam deməyək, müsəlman alimləri içində elmi, əxlaq 2, tədbir mənzil 3, siyasət Mədinə. Bu 3 dana əsl məsələdir siyasətdə, müsəlmanların baxışında. Elm, əxlaq və tədbir mənzil və siyasət Mədinə ki, hikmət-i əməliyyə ondan ibarətdir. Buna deyirlər hikmət-i əməliyyə. Nüfus-i insaniyyəyə mükəmməl fəvz və səadət və mühəssil qüds-ü təharətdir. Nüfus-i insaniyyəyə mükəmməl fəvz və səadət və mühəssili qüds-ü təharətdir. Heç adəmi bu ulumun nükət və dəqaiqinə ittila və güləli həqaiqin irtifa etmədin mümkün dəcüldür ki, zivər-i kəmalat-ı həqiqiyyə ilə təcəlli və cilvəcahi səadət və məarif-i yəqiniyyədə təcəlli edə. Çox gözəldir. Və əsatin hükəma və səlatin üləma elm məzkurədə təlif kütüb şərifə və təsnif zübər lətifə ilə səhaif leyl و nəhari rəqəmzədə çilk lətayif nigar eylədilər. Xüsusən kitab əxlaq Nasiri. Əxlaq Nasiri fikir edirəm ki, deyir da şimdi. Həkim Kamil, xüsusən kitab əxlaq Nasiri ki, Həkim Kamil filsufi fazil. Bu kitabın o birisi kitablarından bir fərqini görün, bunu burada deyim. Bu kitabda səfhənin sonunda gələn kəlmə o birisi səhifədə təkrar olur. Hər səfhənin sonunda fərq eləməz. Gələn kəlmə o birisi kəlmənin səfhənin əvvəlində təkrar olur. Bu bunu göstərir ki, əgər kitab cırılsa, səfələr, əgər gördük o səfə təkrar olmur, yəni bunda səfəni cırıblar götürüblər, ya yox olubdur. Yəni hər halda cırıblar da yəni. Üstə dedi ki, nə mənə? Xüsusən kitab əxlaq Nasiri ki, Həkim Kamil, Kamil filsuf fazil və Nəsiruddin Tusi. Kim yazıbdır? Nəsiruddin Tusi yazıb ki, rəvaq hikmətün inhidamindən sonra rəvaq hikmətün inhidamindən sonra əsasi təcdidini tərh və təzküri füzəla üçün kəlam-ı mütəkəllimini nəqd və xülasi işarat əhl-i hikməti şərh etmişdir. Təlif buyurub nasıxi kütüb-i mütəqəddiman və tərazi damən axir zaman olmuşdur. Hangi kitab dedi ki, Nəsiruddin Tusinin kitabı ki, adı neydi? Əxlaq Nasiri. Təlif buyurub nasıxi kitab-ı mütəqəddiman və tərazi damən axir zaman olmuşdur. Nəzm. Çün nüşkə aşıq az fəsahət Zün çehre دوست در ملاحت جان را عوض سرور و شادی دل را بدل سرور و شادی دل را بدل نشاط و راحت بعده فاضلی محقق کامل müdəqqiq ehtimalən müdəqqiq olacaqdır, çünki burada mən nüqtəsini görmürəm. Bəduhu fazili mühəqqiq olacaqdır, amma cəlibdir, 2 dənə qafa 2 nöqtə qoyubdur. Yəni bir qafın nöqtəsi var, ikincisinin yoxudur. Bəduhu fazili mühəqqiq kamili müdəqqiq. Aha, beləsidir. Üzrsə, mən iştibah oxuyuram. Deyir ki, fazili
mühəqqiq ehtimalən təşdidi var, amma mən təşdid görmürəm. Və kamili müdəqqiq maliki azimmi məani və Cəlaləddin Muhammed Dəvani. Cəlaləddin Muhammed Dəvani kimdir? Kitab yazıbdır. Bəs بعده فاضل محقق کامل مدقق مالکی azimmi məani Cəlaləddin Muhammed Dəvani ki. Bu kimdir? Bunu yazaq burada, bu da mühümdür. Cəlaləddin Muhammed Dəvani. Mən niyə bunu belə elədim bilmirəm. Ki təhrir qəvaid ilmiyə ilə rəf'i qəvaşi və təcrid əqaid diniye kütüb حواشی etməklə məqbul fuzala və məmduh uləmadır. Əxlaq Cəlali nam risalə təlifi ilə kütübxanə hikməti zəyyən və əxlaq Nasiriyə sani isneyn oldu. Bu adam, yəni Muhammed Dəvani, Cəlaləddin Muhammed Dəvani bir dənə kitab yazdı, adını qoydu. Nə mənə? Əxlaq Cəlali. رساله تعلیفی ilə kütüb xانه hikməti zəyyən və əxlaq Nasiriyə sani isneyn oldu. Bədo, görək ki, nədir? Yəni, ehtimalən bu kitabdır. Yəni, bu Cəlaləddin Muhammed Dəvaninin kitabıdır ki, əxlaqı şey deyir, yəni əxlaqı əlaidiyə ehtimalən bu olacaqdır. Görək nə deyir? Yəni, burası çox mühümdür. Bəduhu, fəsih cəhan, bəliğ nükşedan, vaizi xiddi xurasan, Mevlana Hüseyin Faiz, Mirza Mühsin İbni Hüseyni Bayqıra naminə kitab-ı əxlaq-ı mühsini təsnif eylədi. Bir də buradan. Bədu, fəsih cəhan, bəliğ nükşedan, vaizi xiddi xurasan, Mevlana Hüseyin Vaiz Mirza Mühsin İbni Hüseyni Bayqıra naminə kitab-ı əxlaq-ı mühsini təsnif eylədi. Bunu yazdı. Kitab-ı əxlaq-ı mühsinini və əxlaq-ı cəlali, o da üçüncü adamdır bu. Kim oldu adı? Mevlana Hüseyni Vaiz Mirza Mühsin İbni Hüseyni Bayqıra. Hangi kitabı yazıbdır? Əxlaq-ı Mühsini adla bir kitap yazdı. Tamam, görək, bu da bu. Hərçənd əsalib məbanisi əvvəlkilər kimi təhqiqat hikmiyyə və tədqiqat əməliyyə üzərinə müştəmil dəcildür. Amma tün tərakib və məanisi vüzuh və zuhur ilə müttəsəm və əlfaz ibarati lohi əzubət və suhulət üzrə mürtəsəmdür. Əzubət şirinlik. Qulub amədə cacir və əvvəlkilərdən ziyadə şöhrət pəzir olmuşdur. Və barha xatiri atirə, əndişə müxatirə olurdu. Zəban Türkiye Rum üzərə bir kitab mərqum oleydi ki, məqasid hikmət əməliyyeyi bir tamam cami və kütüb səlasiyyə rabi oleydi. Üç kitabın ki adını demişdi. Deyir, istəyir Türk dilində üç dana kitaba bir dördüncüsünü əlavə eləyək. Amma əlayiq ruzgar və əvayiq leyl و nəhar ki cümlədən bəzi təhsil və təkmil ulum və tədris و تعلیم فنون idi, ol müxəddiri hicli qeybi hicab ixtifadə pərvərdə və ol üzrayi simin uzari əvayiq əqdardən در پرده ایدی.
edirdi. Ta ol tarix mübarəkdə ki, sali calib deyilsin inşallah, burada bir özü kitabdan şey deyir. Sali Fərruxfal hesab hicrətdən vasil ədədi ləfz Fərruxsal oldu. Tamam. Neçə? Ədədi Fərruxsal, ləfzi Fərruxsal. Tamam. Əvvəl yazaq ki, burada deyək ki, Fərruxsal lın Fərruxsalı nə ilə yaz? Əbcəd üzərə mühasibə eylə lütfən. Görək ki, bunu mühasibə eləsə nə gəlir? Fərruxsal. Böyük məmnuniyyəti Fərruxsal ibarətini əbcəd hesabı ilə hesablamaq üçün əvvəlcə gərək kəlmələrin əski əlifbada necə yazıldığına baxaq və sonra hər hərfin ədədi qarşısını cəmləyək. Bu ibarət əski yazı ilə belə yazılır. Fərruxsal. Hərflərin ayrılması və ədədləri. Hərf əbcəd dəyəri. F 80, R 200, X 600, Sin 60. Saldan sonra A 1, Lam 30. Tamam. Nə dedi? Məcmui hesablamaq. 80 artı 200 artı 600 olar 880, 60 940, 1 941, 30 461, 71 elədi. Burada mən iştibah hesablamışam. Ehtimalən 971 yazdı. Bu hesaba görə Fərruxsal ibarətinin əbcəd dəyəri 971 olur. Bir önəmli nöqtə. Əgər sizin oxuduğunuz mətn ya kitab, məktub 997-ci ilə aiddirsə, mümkündür ki, Fərrux kəlməsindəki R hərfi təşdidli Fərrux nəzərdə alınsın. Əgər təşdidli hesab olunsa, yəni 2 dənə R hərfi hesab belə deyişər. 900 200 və əlavə 920 onlar 1100 yox, bu deyil. Bu deyil pəs. Amma kilası əcəl hesabında məmulən təşdid sayılmaz və həman 971 hesab olur. Tamam, bu düzdür. 971. Görək nə deyir? İndi bunu kitabımızı burada oxuyaq. Dedi ki, hesab-ı hicrətdən vasil ədədi ləfzi Fərruxsal oldu. Təsarifi qəza ilə şəm-i dil suzan şəbistan-ı xiddi şam ənbər müşahidə fruzan oldu. Fil cümlə təviq mübaidə təviq mübaidə və tevfiq müsaidə və dəvai müctəmi və məvani mürtəfi olub. Əvaxir sal məzburidə şuru'a girilib, əvail sal ayəndədə əncam itmamə irdi. Tamam, qutardı. Kitabı burada yazdı. Sali ki bu hesabı o Fərruxsal ağaz şud in risalə Fərruxfal از بخت شد آخر سال آن سال که بخت باشد به حسابش افتد آخر سال. Tamam. Ağa, bu kitab kim başlayıb bunu yazmağa? İndi bunun o məsələsi budur ki, özünün adını burada mən tapa bilmədim. Bəlkə də özüdür bu adam. Deyir ki, əsl yazar. Şimdi adını bilmədik amma Fərruxsal olur. Musabidi nə ilə? 971. 971-i Hicri qəməridə kitabı yazmağı
başlamış ve ilin sonunda bitirmiş. Tamam, yani indi burada çox aydın oldu. Yəni Sultan Süleyman Qanuni 974'te Allah'ın rəhmətinə gedib. Bu adam Sultan Süleyman Qanuni 4 il ölməmişdən öncə 71'də işə başlayır, bu kitabı yazır. 71'in sonunda da kitabı qutarır. Yəni 3 il bu kitabdan sonra Sultan Süleyman Allah'ın rəhmətinə gedibdi. Və bu 3 ildə əlavə o 24 ildə ya 23 ildə ki, sonra kitabın son tarixini gördük. O adam 30 kitab nüsxəliyibdi. 30-cu tarixin kitabın 997 qoyubdu ya 98 qoyubdu. İndi onu tapsın 97 qoyubdu. Onunla bunun arasında o 97 orada deyək hələ şey 7 il orada bu da 91 az qala ki 26 il ara var. Tamam, oldu. Yəni əslində tapdıq bu kitabı. İndi fəqət tapsaq kim yazıbdı? Bu kəşfimizi Rubai در تاریخ kitab ki dedik, oxuduq və fil həqiqət səbəbi həqiqi təlif və illət qayi nəzm و tərsif oldu ki Həzrəti Məkrəmət ayat və معدلت rayat ki دریای جود و اtasında دراهم شاهی فلوس ماهی ki بی ارزان و روزی رزمیده بادی هیبتیندن شیر فلک شیر علم ki بی لرزان شبستان مجلسی سعادت نشانی اودی سعود و تیبی مکارم مترا و کفی فیاض عطارسانی و کفی فیاض عطارسانی که نهر سائل در نهر سائلدن منزه و مبرا در وزیر عالم عادل که دریا دل فیض بخشی بحر معانی زبان درفشانی آندن بر بردر احتمالا پر معناسında بردر یا بردر و کفی جوهر پاشی دریای امانی آنا نسبت کفی کنار ساحل در مروحی آستین عدلی راحتی رسانی روم اهلی زمین در چی زمین در چی من بعدی رومه جردی فتنه گنمز و صبح صدق و صفا آستان جلالندن نمایان اولی افق عالمده آفتاب عدالت تنونمز جناح را کرم او به از هزار شفیع امید را قلم او به از هزار زمان پناه و پشت امم قهرمان تیغ و قلم جهان لطف و کرم سرزمینی سرور زمین و zaman. İndi bu adamın adı, əgər adını da tapsaq çox gözəl olar. Yəni bu عهد و زمانی امن و امانی اول مرتبه جامعdur ki قریبdur ki اعدادن صفت پیکانی سمتی یگانگیه مبدل و ازدادن خاصی اختلاف عارضیه ایتلافه محول olub آتشدکی هر رو تاب برودت آبی مزیل ایکن مزید و ضرر آب بسیار شرر شعله ناری متفی ایکن موفی olub پر شاهین تیار مروحی چپجو کلنج و سرین پلنج و بره گوسفند گرد بالش نقش پلنج olmuştur. Ne olar lütfen adımı da yaz, mən qutarım. قطعه زنان بساخت جهان را
هوای دولت تو، که از طبیعت ازداد رفت ناسازی. از آن گذشت که جستاخی کند پس از این، سحر به سردی و صبا باد صبا به غمازی. عهد ملک شاهیده اولیدی وزیری نظام ملکی آندن تعلم ادردی. بزرگمش زمانه جلیدی وزارت نوشین روانی، تسلیم و روانی nuşin vizareti ondan təslim edərdi. Qoltuğuna qarpız verir də, hər halda istir ondan pul da alsın. Məhəst az sahibi rey dərəcə در فضل، بهست از خاتم تی درجه در جود. قطعه آصف ثانی که گر به رخی ز وصفش بشمرم، آصف ثانی گر به رخی ز وصفش برشمرم، در جهان باشد سمر چو آصف بن برهیا. آصف ابن برهیا حسن اخلاقın əgər nəql eyliyə bad و bəhar، sümbül teyf ola səhralərdə hər bərgi ciya. Halı yarəb habli yəməzhər olarsa bəçi var، کف در پاشنده dür مهر Süleyman daima. Burada bir şey yazıbdı. مزعله حامیرنج رخساری وفا، ادله ماهی جنجی مرآت صفا. فارسی میدان شجاعت، حارسی دیوان عدالت، وزیر اعظم مشیر افخم وکیل السلطنه قاهره، وکیل السلطنة القاهره، امین الملت الباهره. نظم پادشاه و سیرت خداوندی که در ترتیب ملک هرچه رأی اوست رأی پادشاه اعظم است. آنچه در انگشت تدبیر سلیمان دوم مشورت‌های سبابش را خاص خاتم است. نظام الملک صالحون، نظام الملک صالح العالم، قیاس الدولت العلیا علی الدین ولدینا و dünya علی الدین و dünya. Bu adı bu olacaqdır. Yəni Nizamül Mülk və Qiyasüddövlə Ulya Əlaəddin və Dünya qitə. İnşallah adını deyəcək vəzirin, amma burada deyir Əli Paşa. Səxa vaxtində xəndan olur Asaf əbr Noruzi. Əgər ciryani feyz edər cudin ana همسر میدر هاشا. امینی در جهی سلطان معین ملت یزدان، مفیز الجود و الاحسان پناه دین علی پاشا. علی Paşa da o zaman vəzirdir. Amma özünün adını mən axtarıram. La zala situ celalihi və vasilatan ila masami al-iqbal vəsiyyətü nevalihi و سیب نواله حاصلة في مزارع الآمال. فنبت في القلوب سنابل المحبة في كل سنبلة مئة حبة. مثنوی لمنشیه. Cində həman bayaqları o məsnəvi ki dedik, o adamdandır, rəhmətullah. Bidət و بیدادی چو ماهی در ol. بدعت و بیدادی چو ماهی در اول، دولت و دین پشت و پناهی در اول. لطف ازل پشت و پناهی اولا، شرع نبی هادی راهی اولا. روشن در دولتنün çirdicar، کوکبنی کوکبه süpüvar. نیتی چون خیر durur süpü şam، عاقبتین خیر در رب الانام. رغایب معارف و کمالی راغب و مهر مهریلی، افکار اهل فضلی خاطب در. حتی bu فقیرون که یوسف مثال اخوان زمانیدن کم التفات و اخوان یوسف که بی حضرت عزیزینه تحفسی بضاعت مزجات
müzcatıdır. Riayet ve tefekküdi canibe meyl ederler. Riayet ve tefekküdi canibe meyl ederler. Ve kemali keremlerinden Ela teravne enni avfi keyle derler. Avfil keyle derler. O sebepten daima ihvan amel ve recamiz Misr ihsanına cederler. Ve lisan hal ile bu kelime tezekkür ederler ki ihtimalen beytidir bu. Ya mühsini min lütfike ahsente ileyna tillahi leged asrekallahu aleyna. Lacerem bu kitap ilmi ta'lifi gilli hisar hikmet ameliye üzerine üzüsem. Lacerem bu kitap ilm alemi ta'lifi gilli hisar hikmet ameliye üzerine mensubudur. İsmi alemi alem arasına ki aladen müştakkidir mensub olur. Dur ismi kitap Nükati hikmet ve esrar fennine. Kitabın adı budur. Ad. Bunu yekə yazaq burada. Nükati hikmet ve esrar fennine. Fennuh hatta. Nükati hikmet ve esrar fennuhu. Edüb elfaz paki ile salahi سروش ملک غیبی جوش جانه dedi adini əxlaq əlayi. Kitabın adını əlayi qoyubdu bəs. Dedi adini əxlaq əlayi ouni inayət ilahi o yümni tərtib cəhan. Hər halda pəs əxlaq əlayi adını elə buradan alıbdı. Əxlaq əlayi. Mən bunu اصل kitabın adını qoyubdu Nükati hikmət və əsrar fənnuhu. Amma aşağıda şeirdedir ki əxlaq əlayi. İhtimalən öz adıdır. Görək nə dedi? Deyir ki pənahidən rüşni mütəmmim vasıq və sübh ümidüm sadiqdir ki bu kitabə اولکیlerden ziyade قبول قلوب موجود بلکه bu kitap şahidi kemale خلعتی جدید آنlar ahlaki siyab qisminden ma'dud ola. Nasir adına Nasir Tusi dedi ahlak zuhur eyledi fen. بعدهو شمع دوان نسبتن oldu ahlak celali روشن. محسن آینه‌ای mühsin adine Hüseyin vaiz yadigar eyledi əxlaq Həsən. Tamam, indi üçüncüsü. Yəni bu üçüncü işte. İndi dördüncüsü kim oldu? Parsi baf eylədi tar pudi cümləsi oldu çu əxlaqi kühən. Eylədim tazə tən ol camələri zərkeşi rumi ziba ilə bən. Nükhəti xəlq əli paşadən oldu çün müşk fişan ceyb zəmən. بوی لطیفی لمعطر قلدی عالمی زلف عروسان سخن ایلدی بنده علا اخلاقین نام عالی سنه علا قومدن adı علا اخلاقین dedi. Tamam. Lacerem xətminə tarix anun oldu əxlaq əlayi əhsən. 972-də deyir kitab tutardı və yaxud da bunu demişdi. Ki kitabı bu ilin sonunda qutardı, yəni 70-də. Lacerem xətminə tarix anun xətmi
Kitab neçədə? Əxlaq-ı Əlayi Əhsən 972 yazıb özü. Midatını. Burada zahirən Əxlaq-ı Əlayi Əhsən hamısı, əgər deyək biz burada Əxlaq-ı Əlayi Əhsən əbcəd üzərə mühasibə eylə lütfən. Əxlaq-ı Əlayi Əhsən. Əlayini belə yazıb yox. Baxın burada. Bəli, tamam. Görək burada çıxır, nə cür mühasibə eləyir? Hərflərin ayrılması, kəlmələr, hərflər, Əxlaq-ı Əlayi 732, 121 də Əlayininki, Əhsən də 119, cəmisi olar neçə? Copy table, yox istəmirəm. Nöqtə. Əlayi kəlməsindəki həmzə, i və ya hərflərinin əbcəd dəyəri ümumiyyətlə 10 hesab olunar. Əgər kəlmə əlayi tək ya ilə yazılsa, ədəd 121 olur. 972. Düz çıxır. Dəqiqən bu çıxdı. Bu hesaba görə Əxlaq-ı Əlayi Əhsən ibarətin əbcədidir, 972 olur. Musavidir. Əxlaq-ı Əlayi Əhsən. Tamam. Yenə də bu getdi ora, onu mən bilirəm, ehtiyacı yoxdur. Qeydaq buradan kitabımızı. Adını da demədi mütəəssifanə. Əlayi deyir, amma mən bilmədim ki, bu adamın öz adıdır, yoxsa yox, vəzirin adıdır. Məncə bu qədər yetər. Yəni, Kitab-ı Əvvəl Əxlaq 32. Kitab-ı Sani Tədbir Mənzil 141. Yəni, Kitab-ı Əvvəl Əxlaq 42-ci səhifədən başlayır. Kitab-ı Sani Tədbir Mənzil 141-ci səhifədən başlayır. Kitab-ı Sani Tədbir Mədinə 221-ci səhifədən başlayır. Xatimi Məvaiz və Nəsaih 249-cu səhifədən başlayır. Belə bir şey burada yazıb qıraqda. Mən onları buranı da oxuyaq, bu səhifəni oxuyaq, qutaraq. Çün məfiz xeyr vücud və məfid vücud və təvabi vücud ol hayy qədim və məlici və dududur və mümkün və awsafi və əfali əslində ədəmi məhz və la şey az sirfidən la şey az sirfidən ma'dududur. Pəs lütf ehsan bişumarına təvəkkül və hol qüvvət ma'dudumuzdan təbərri etməklə feyz əmiminə təvəssül edib hər ləfzə və ləhzədə qüvvət və nüsrətinə rücu və siməti məqsud və cəhəti muradə şuru edəlim. Vallahu Teala bi təhqiqi əmali cədir və behi əstəinu və hüvə əla kulli şeyin qədir. Çün bu kitabı hikmət-i əməliyyədən 3 fəndən mürəkkəbdir və hər fən mövziində mərufdur və fununi məzkurə dəxil bəzi müqəddəmat və məbadiyə mövqufdur. Lacərən bir müqəddəmə və 3 kitab üzərə mürəttəbdir. Müqəddəməyə əvvəl umurun bəyanındadır. Burada keçir kitaba dahi biz fəqət yazanın adını bilmədik. Əslində mən Əlayidir, yəni yazanın adı Əlayi oldu. Vəzirin də adı Əli Paşa oldu. Tamam. Bu günlük bu qədər yetişər. Bu kitabla tanış olduq. Əgər qabaqcanda bunu oxumuş olsaq, bu rahatlıqda oxumamışdım. Bir.
Və fikirəm bu məlumatın hamısını burada tapmamışdım. Xülasə əgər baxsaq bir belə burada mətləb yazdıq bu haqda. Bu günləri beyin mühəndisliyinə qarşı əski türkçə kitablar bölümünün bərnaməsinin 314-cü bölümündəydik. Bu bölümdə Əxlaq Əlayi adlı bir kitabı götürdük ki 606 səhifədən ibarətdir. Bu kitabın içində 4 risalə var. Üçü çox önəmlidir, biri də nəsihət-i filandır. Ki önəmli məsələləri danışır bu 3 risalədə. Biri elm əxlaqdır, biri tədbiri mənzil, biri də tədbiri modul. Yəni siyasətə gedir. Kitabı deyir ki, özü deyir ki, kitabın sonunda nüsxəçi deyir, nüsxəni yazan deyir ki, mən bu kitabdan 30 dana buracan yazmışam. Və bu kitaba tarix qoyur ki, 997-də 30-cu cildi yazıb, 30-cu nüsxəni yazıbdır, satıbdır. Kitabı çox oxuduğumuza görə, yəni 32-ci səhifəyə yetişmişik, 32-ci səhifəyəcən oxuduğumuza görə, hətta bir neçə səhifə, 10-15 səhifə fikirəm ki, boş gedirdi. Gördük ki, kitabı yazan deyir ki, Sultan Süleyman Qanuni yaşarkən bu kitabı yazıbdır. Amma sonra Əbcəd üzərinə dedi ki, nə dedi? Dedi ki, Fərruxsal ilində başladım, ilin sonunda o birisi il başlayarkən də qutardım. Fərruxsalı hesabladıq, gördük ki, 971-ci ildə, yəni 4 il qalır ki, Süleyman Qanuni Allahın rəhmətinə getsin, bu kitabı başlayıb yazmağa və 972-də kitab qutarıbdır, yəni oradan yetişibdir, yəni ilin axırında qutarıbdır. Bunu da gördük. Bu neçə dəfə bu kitabı 972-ni bizə deyibdir. Kitabın əsl adı Nükati, Hikmət və Əsrar-ı Fənnühü. Belə bir adı var. Amma Əxlaq Əlayi Əhsən deyə buna tarix yazır. Yəni ki, bu tarixdə 972-də bu kitab qutarıbdır. Onu da burada dedi, yazan adı Əlayi o hesab olur. Bundan öncə 3 dənə kitab yazılmışmış siyasət haqqında. Yəni bu 3 qonu haqqında 3 dənə kitab yazılmışmış. Birin Xacə Nəsiruddin Tusi yazıbdır. Birin Cəlaləddin Məhəmməd Dəvani yazıbdır. Birində Mövlana Hüseyn Vaiz Mirza Möhsin ibn Hüseyn Bayqira Əxlaq Möhsini adda yazıbdır və bu dördüncüsünü yazıbdır. Deyir ki, bu türkçü olduqca onlardan çox səs salıbdır. Kitab dediyimiz kimi cildi ilə bərabər 600 səhifə, 606 səhifədir. Çox gözəl bir xətt ilə yazılıb. Bunun belə ki, fotokopudur. Çox gözəl xətt ilə yazılıbdır. Mən bu kitabı oxudum buracan. Deyək ki, məsələn, nə bilim, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 4, 15 səhifə bundan oxumuşam. 15 səfərdə bəlkə 15 kəlmədə müşkül tapmışam. Bəlkə də bundan az. Çox gözəl yazılıbdır. Amma bunu deyim, kitab təxəssüsdür. Dili çox ağırdır. İçində bəlkə yüzlər kəlmə var ki, ərəbcədən gəlir və mən onları bilmirəm. Onun üçün bunu düşünmək əslində çox fənni bir kitabdır. Həm qonusu fənnidir, həm dil fənnidir. Yəni qonu siyasət-i mənzil, siyasət-i Mədinə və əxlaq. Bu 3 dənə qonu təxəssüsü bir qonudur. Fəlsəfi, siyasi, ictimai, toplumsal qonulardır. Yəni dil, bunların özünün özəl dili var. Yazarın da çox bir qarma-qarışıq, çox bir çətin dili var. Yəni yazar da lüğətlərdən istifadə edir,
düzdür ki, məsələn, şeirdən, nəsrdən, beytidən, məsnəvidən istifadə edir. Amma adamın özünün nəsri onlardan dalı deyil ki, qabaqdır məncə. Yəni adam nəsr yazır, düz yazı yazır, amma düz yazı şeir kimidir. Bunun üçün kəlmələr, sözləri ki, burada işlədir, ərəbcə, farsca, türkcə çox ağır kəlmələri gətirir ki, mən deyərəm ki, bunların çoxunu bilmədim. Yəni, deyək, 100 dana olsa, ən azı 40 danasını bilmədim nə deyir. Çox ağırdır. O ağır olduğu üçün bunu oxumaq lazımdır. Neçə dəlillə? Bir bu ki, bu siyasəti həm əxlaqda görür, həm evdə görür, həm toplumda görür. Ev siyasətdən uzaq deyil. Toplum siyasətdən uzaq deyil. Toplum yəni siyasət. Ev yəni siyasət, əxlaq yəni siyasət. Bu baxış çox önəmlidir. İslam dünyasında belə baxırmışlar. Müsəlmanlar belə baxırmışlar, heç olmasa. Neçə qərn. Budur deyilmiş ki, gəlin rəy verin, gedin evizə. Gəlin davi eləyin, gedin evizə. Yox, budur deyilmiş. Ev siyasətin, toplumun davamıdır. Ya toplum evin davamıdır. Beləsi desək daha doğru gəlir məncə. Əxlaq həm evdə, həm toplumda siyasətin bünövrəsidir. Siyasət əslində belə görünür ki, mən kitabı oxumamışam, amma belə nəzərimə gəlir ki, siyasət, əxlaq siyasətin evdə və toplumda köküdür, zoğudur. Yəni, əgər siyasətin, toplumda olan siyasət və evdən elan siyasətin kökü, zoğu əxlaqda olmasa, ehtimalən o siyasət doğru bir siyasət deyil. Hanki əxlaqda bu məsələdir? Mən fikirlərim ki, burada müsəlmanlar toplumunun əxlaqından danışır. Bəlkə də o birisi toplumlarda da aparsa, o birisi toplumların əxlaqında danışacaqdır. Amma mən kitabı oxumadığım üçün bu haqda qəzavət eləmirəm. Çox cəlib kitabdır. Yəni, oxumalı kitabdır. Bəlkə öncədən də bunu oxumuşam. Bəlkə buna görə bir şey eləmişəm, amma məhşər bir kitabdır. Yəni, təzəşdən oxumağa da ərzişi var ki, oxuyaq və tanış olaq. Allaha min mərtəbə şükür olsun ki, oruçluğun bu günündə mənə bu lütfü ehsanı elədi və bu günü məni diri saxladı. Mən bu gün dünyanın bir çox şeylərini gördüm, yaşadım. Və o cümlədən bu kitabı yaşadım. Bu kitabın 15 səhifəsini yaşadım. Təşəkkür edirəm Allah'a. Gecəz, gününüz hər vaxtınız xeyrə qalsın. Umarım ki, siz də türk dilinin, türk mədəniyyətinin, türk uyğarlığının yaratdığı dil uyğarlığı və yazı uyğarlığından müxtəlif sahələrdə yaratdığı uyğarlıqları tanış olmaqla ləzzət aparasınız, keyf çəkəsiniz. Sağ olun, sağ qalın.